Ulu Tanrı'nın adıyla Bismillahirrahmanirrahim. Beyin mühəndisliğine qarşı Türkçə əski kitablar bölümünün 381-ci bölümün Allahın lütf və kərəmi ilə başlayıram. Umaram ki, Türk əski əl yazma kitablarla tanış olmaqla özümüzü doğru düzgün tanıyaq və bunu da bilək ki, dil insanların ən mühüm varlığıdır və insanı insan eləyən şey də dildir. Biz Türklər keçən minlər illərdə atalarımız, analarımız təcrübələrin, işlərin, güclərin, anladıqların, düşündüklərin, kəşflərin, fəlsəfi düşüncələrin, şairanə düşüncələrin hamısını xülasə eləyərək yığıblar kəlmələrin içinə yazı şəklində bizə kitablarda saxlayıblar ya divar yazılarında bizə göndəriblər ki, biz o təcrübələrdən faydalanaq gələcəyə gedə bilək, gələcəyi qura bilək. Və biz keçən 250 ildə bu təcrübələrdən uzaqlaşdığımız üçün və batılılaşdığımız üçün və dilimizi də və atalarımızdan gələn təcrübəni də unutduğumuz üçün Türk dünyasında özəlliklə daha geriyə qalmışıq və o millətlərdən ki, tarixdə tüm torpaqlarımız işğal olubdur. Yəni, bir millət yoxdur ki, bizə tay, hər yerdə bir coğrafi, yer kürəsi üzərində, hər yerdə ki, yaşır, orada işğal altına gəlmiş olan. Və biz türklər təəssüflə batılılar işğalında keçən 250 ili bu günəcən yaşamışıq. Biz bu proqramda buradan 700-dən biraz aşağı, biraz yuxarı kitabla tanış olmuşuq. Gedək görək ki, bu günləri hangi kitab bizim şansımıza çıxır, onunla tanış olaq. Keçən günlərdə bir kitabla tanış olduq. Qəribnamə Divanı adında. Və bu Qəribnamə Divanın əlifbası çox özəl bir əlifba, əl yazması çox özəl bir əl yazma idi. Amma biz onunla biraz oxuya bildik və bunu da tapdıq ki, bu kitabda o kitabı nüsxə ki bizim əlimizdə idi, ona baxırdıq. O nüsxəçi onu 872 Hicridə yazmışmış. Həzrət Məhəmmədin hicrətindən 872 il keçəndən sonra o kitabı bir ayrı kitabın üzündən baxıb yazmışmış. O kitab, əsli kitab ha zaman yazılıbdır? 730 il də yazılmış. Yəni 717 il bundan qabaq yazılmış bir kitabla əl yazma ilə tanış olduq. Bu da bizə çox açıdan Türk dilinin əl yazması və onun inkişafı haqqında və düşüncələr haqqında o əsrdə şairlər demək olar ki, düşünür insanlarıdırlar. Həmişə düşünür insanlar olurlar şairlər. Onlar necə dünyanı görürmüşlər? Nə cür anlırmışlar dünya haqqında, dünyanın varlığı haqqında? Onları biz şeirdə görürük. Şairin adı Musadır. Ehtimalən İbn Xəlil olsun. Musa İbn Xəlil. Və dünən göstərdik ki, atasının adını bu xəttlərlə, bu əlamətlərlə yazıbdır, bu 4 dənə ilə. Amma biz eləyə bilmədik, kəşf eləyək. Bu nədir? Ehtimalən Göytürk əlifbasına yaxın, əlbəttə özünə, bu adamın özünə özəl olan bir əl yazması da ola bilər. Ola bilər də ki, bu bir hurufiyyədə filan bir rəmzi əl yazmalar olsun. Eyni halda biz bunun birini tapa bildik ki, x olur, amma o lil deyə sözlər, bunlar 4 hərfidir. Bəllidir ki, bu 4 hərfidən ibarət olacaqdır. Ona görə də Xəlil kəlməsi ki, onun qırağında yazılmışdı. O da elə 4 hərfidir. Onun səsləri də var. O səslərə görə də biz
Məsələn, burada ə səsi, əgər birincisində ə səsini görsək, 2 dənə olsa desək bu ədir. Ya musiqi üzərində də ola bilər. Mən musiqi bilmirəm. Ola bilər ki, musiqi üzərində belə bir şeylər olsun. Məsələn, bunlar indi bilmirəm, qam deyə bilirik. Mən ki, musiqi heç zat bilmirəm. Ola bilər ki, onların da üzərində ola bilsin. Amma bu 2 dənə ə olsa və bu 2 dənə ə olsa, burada əslində, yəni baş tapa bilmədim, yəni, çünki o birisində l əgər olsa, əgər Xəlil tutsaq, amma çünki fəqət 4 hərfi vardı. Şəş bu, məsələn, 28 hərfini də bu adamın tapa biləydik. Ya 30, hər neçə hərf yazsa, 38 hər neçə yazsa, onları da tapıyorduk. Onların üzü ilə eləyə biləydik, bunu kəşf edək, cəlib olardı, yəni. Bu da bizim yenə də bir dədələrimizin beyin ürünüdür və bu da çox önəmlidir. Gedək görək bu Bahname-i Şahtib nə deməkdir? Bunu açaq və bir dənə də Bəyan-ı Sifat-ı Səlbiyyə. Bu kitabı açaq görək ki, bu günləri bunlardan bizim əlimizə nələr gələcəkdir. Birinci kitabı açaq görək kitabxanada nə vəziyyətdədir, hangi kitabxanada saxlanır. Kitabın cildini açıbdır, cildinin eşiyini görmürük, içərisini açıq görürük ki, kitabın şirazəsi, yəni o yer kitablar tikiliblər, ya yapışıblar səfələr bir-birinə, ora cırılıbdır, onu yapışdırmağa çalışıblar, tazaşdan yenə cırılıbdır. Cildə tərəf olan səhvədə bir yazılar görürük. Tərcüme-i Bahnamə Fəzaili Leyli-i Rəməzanil Mübarək. Ehtimalən bu 2 kitabdan ibarətdir. Biri tərcüme-i Bahnamədir. Bahnamə nə deməkdir? Bilmirəm. Və ikincisi Fəzaili Leyli-i Rəməzanil Mübarəkdir. Kitabın 100 vərəqi var, yəni 200 səhifəlik bir kitab olmalıdır. PDF bunu 130 səhifə 103 səhifə göstərir və hər səhifədə 11 sətir vardır. Bunun yazdığına görə. Kitabın boyu 177 mm, eni 122 mm-dir. Cild ilə bərabər 104 vərəqdən ibarətdir ehtimalən. Gəlirik, 2 səfə boşdur, şumarə kitabı görürük burada və ondan sonra gedirik kitabın içini görürük. Kitabın kirli olması bəllidir. Yəni, kitab kirli olubdur, bəzi yerləri cırılıbdır. Bunu da birinci səhifədə aşağıda görürük ki, Bismillahirrahmanirrahim, Qoluhu Taala və bəzi adlar, bəzi şeylər qırmızıca yazılıbdır. Qalan şey qərə yazılıbdır. Xətti özəl bir xətdir. Necə ki, bu adam özü dünyada bir dənə idi, ölüb gedib, Allah rəhmət eləsin. Əli də elə ona görə özəl bir əl yazmadır. Biraz yoğun qələminə yazılıbdır. Amma bunu %90-ın mən nəzərimə gəlir ki, oxuya bilərəm. PDF-də kitabın 2 səfəsindən əks qoyublar. Hər səfəsi 2 səfə hesab olur. Burada kitabın da haqqında bir şeylər yazıblar. Zahirən bunu oxuyanlar kitabın bir yerini mühüm görübdür, ya nə cür? Bu kitabın orasına bir xət çəkib uzaqda 3 dənə aşağı ki, yəni burası ehtimalən önəmli mənası deyə çəkibdir. Bəzi yerlərdə nöqtə virgüldən də istifadə edibdir bu. Yəni bəzi yerdə görürük ki, şeirlərin misrələrinin əvvəlində ya sonunda 3 dənə virgülü bir-birinin üstünə qoyubdur. İkisini aşağıda, birinin üstə. Bəzi yerdə görürük ki, bu cümlələrin nöqtə kimi qoyubdur, bəzi yerdə virgül kimi yox və qırmızıdan istifadə edibdir. Kitabın burada 6-cı səhifəsində görürük ki, kitabı ki, toxumuşlar səfələri bir-birinə, onun ipini görürük, zahirən qırılıbdır, sökülübdür, onu tazaşdan bağlayıblar, düyünləyiblər, bir ayrı rəngilə davam ediblər bunu və kitabın başında da bir zərrə su gəlməyi görürük. Sonra PDF-in 7-ci səhifəsində yetişirik babların adlarını sayır ki, buracan 13 və zahirən 18 babdan ibarət bir kitabla qarşı-qarşıya qalırıq. Sonra burada
Əflatunun, Aristoteles və Sokrat, Betlimus, Aristo gibi bunların adlarının da üstünə qərə xətt çəkibdi, başları üstünə. Yəni ki, bunlar önəmli bir kəlmələrdir və önəmli addılar. Onlara təkid edir, barmaq basır bunlara. Amma qərə xətti ilə yazdığı üçün o da önəmlidir. Bəzi kəlmələri yenə də görürük ki, qərə ilə yazıb və üstünə xətt çəkibdir. Bunlar da tip haqqında olacaqdır bu kitab. Kitabın başında orada-burada su gəlməni görürük. Yəni hər yerdə görsənmir ya da görsənsə də mənim gözüm təşxis vermir. Amma dediyim kimi bu oxuyan ya kitab sahibi bir yeri əlaqəsi olubdur. Oranı çox sevibdir, onun qırağına sətrin başında ya əvvəlində, sonunda ya əvvəlində onun o səfənin məsələn hamısına xətt çəkibdir ki, bura çox önəmlidir. Önəmli xəttləri bu oxuyan ayrı bir xətt ilə yazıbdır. Yəni ayrı bir midatından çəkib, özü düz də çəkə bilməyib də, əyri-üyrü çəkir. Amma kitabı yazan xəttatdır ya hər kəsdir. Bu da özü kitabı xətt çəkir və onun xətti biraz o da elə əyri-üyrü çəkir, amma yenə də yaxşıdır. Yenə ərz elədiyim kimi bu oxuyan, məsələn burada görürük möhüm kəlməsini yazıbdır qıraqda. Bir dənə də ona zərbidər vurub üstünə ki, yəni çox mühümdür və bunu da bir ayrı yenidir. Yəni bu son zamanların miladlarına bənzir. Çünki məsələn buna çöhrayı deyirdik biz Azərbaycanda. Yenə bu mühüm şeyləri dediyim kimi bu adam özü səfəni oxuyubdur və kitab sahibiymiş də hər halda. Orada bir şeylər yazıbdır, sevdikləri yerlərin dövrəsinə xətt çəkibdir. Bunlar istifadə eləsə, buradan istifadə eləsin. Bir dənə də burada məsələn bir bulut kimi bir şey çəkib, qədim kartonlarda çəkilərdə adamlar danışırlar, burada ağızlarından bir bulut gedir. O cür bir şey yazıb ki, yağ çıxarmaq əsli budur. Əsli budur. Belə bir kəlmə də burada yazıbdır. Ehtimalən bu səfənin istəyib desin ki, əməli roğəni reyhan. Roğən reyhanı nə cür çıxadarlar, onu burada şey eləyibdir, bəhs eləyibdir. Bəzi, burada 43 bir dənə də nömrə yazıbdır. Bilmirəm, ehtimalən burada nömrələr görsənir. Ehtimalən davaların ya tərkib olan bir şeylərin ya yağların, bilmirəm, nömrələridir. Məsələn, bu səhifədən heç burasını diqqət eləməmişdim. Hardan başlanır, niyə başlanır, onu diqqət eləməmişdim, amma bu 28, 29, səhviyyə də bənzir, 30, yox, paragraf gedə bilir. 33, 34, 36, 37, hamısı bəli. Burada paragraf ya bənd ki bir qonu vardı, o cürsün nömrə qoyubdur, bəlli olsun ki, hardadır. Rətli dirəmdir 130, nə deməkdir bilmirəm. Və burada kitab 41-ci səhifədə təmmət və onullah deyə qutarır. O birinci kitab, dedik ki, bu kitab 2 kitabdan ibarətdir. Bu 2 kitabdan təmmət və onullah 2 yerdə yazılıbdır. Cəlibdir, bu kitabın sonunda 2 yerdə yazıb təmmət. Biz bunu oxuyaq, görək ki, gəlib oxuyarıq. Bunu mən 2 yerdə bunun yazılmasını görürəm. İstəyirəm görürüm, bir tarix görə bilirik. Burada onun tarixini anlayaq. Əgər biraz bunu arxadan da oxusaq olar. Burada yenə də Zəncəbildən zatdan yazıbdır. Və ol cəmaədən hamilə olan isə pəs dəxi bi iznillahi teala və bu dediyimiz tərkib ilə əsrari nə mənə döndür. Əsrari hükəmadən ola bilər. Hükəmadən ola bilər. Belə bir şey olsun. Amma oxunmur əslində. Bəli, mən hükəma oxuram bunu. Hükəmadəndir. Əgərçə zikr olunduğu birincilərə kərə gəlir. Amma o da birincilər oxudum. Nə cür ola bilər? Amma yekdəs oldur ki, kitabidə cəm'i faydelərdən bulunə. Xüsusən bunda ki, bahnami padişahidir, gərəkdir ki, məcmui ənvaidən padişahdə xəzinədə padişahı, ehtimalən padişahın xəzinəsində bulunə. Məhsul və məhzun
olan vallahu ələm təmmət beunillah Teala şərabi əl-yəsirdir, nədir? Orada qutarandan sonra yenə bir şey gördü, tarix yazmayıbdı. İkincisinə baxaq görək, burada bir tarix gördü. Lakin qıdıb işə istimalidir. Vallahu şafi ətlidir, 14 dərhəmdir. O retl nə deməkdir? Bir şey də ehtimalə. Retl 110 dirhəmdir. Təmmət beunillah Teala tək bicalğanı üçün belə bir şey təzaşdan bir ayrı bir qəziyyə yazıbdır bura. Sonra bir ayrı əlifba ilə, yəni bir ayrı xətlə, əlifba ilə yox. Bir ayrı əl-yazı ilə burada bir mətn görürük ki, ərəbcədir və aşağısında da bunun qıraq yazısı, yenə bir ayrı əl yazma ilə, ayrı qələmlə çox fərqlidir. Yəni bu qələm ki gördük, bundan elə o qələm ilə yazılmış ola bilər, çünki aynı yoğunluqdadır. Amma ərəbcə yazılıb və hətta deyə bilirəm ki, biraz gözü daha gözəl görünən xətt ilə yazılıbdır. Bu türkcəsindən çox fərqlidir. Sonra gedirik o birisi səhifəyə ki, dedi Ramazan haqqında olacaq. Burada da Bismillahirrahmanirrahim deyə yaz başlayır. Tamam kəlmələr. Şükür ol Allah'a ilə. Bismillahdan sonra türkü ilə başlayır. Tamam kəlmələrin tüm tək-tək hərflərə yekə-yekə səs qoyubdur. Onun üçün səhvə çox qaranlıq görsənir və eyni halda bu qələmin də rəngi gedən bir şeyə bənzir ya da ki, çox sulu imiş, arxadakının şeyi bura çıxır. Qələsi bu tərəfə çıxır və kitab çox oxumağı zor görünən bir şey görsənir, amma əslində bu cür deyil. Və bu əl yazmadan bir dənə əks salaq, calibdir bu. Mən bunu bir əks salıb bunu şeyə verə bilərəm. Yəni görək ki, bunu nə oxuyacaqdır? Deyəcək ki, bu xətt hangi xətlərdən hesab olur? Yəni müsəlmanların yaratdığı əl yazma yol yöntəmlərinin, şivələrinin hansından hesab olunur? Bu da calibdir bunu. Çünki kəlmələri həm dairəvi yazıbdır, bu önəmlidir. Kitaba qeyd tazaşdan. Həm dairəvi yazıbdır, yəni kəlmələrdə dəndanələrdən, hətta dəndanələrdə də bir əyriliq var. Yəni bir dairəvi şəkli dəndanələrdə də görsənir. Amma hurufların hamısı dairəvi, hərəkətləri dairəvidir. A məsələn düz olacaq, təbiətən ki o düzdür. Lam düz olacaq, o da görünür düzdür. Amma yenə də onlarda bir əyriliq var. Yəni bir sağ tərəfə əyilməkləri var. Bismillahirrahmanirrahimin tamam hərfləri ki, xətdən üstədə, cebdən xəttin üstündə yazılırsa, hamısı sol tərəfə axan kimi, sağdan sola axan kimi olublar. Və o birisi hərflərin hamısı bir dairə ilə hərəkət edirlər. Həm də uzundular, yəni uzun yazılıbdır. Bu ehtimalən bir xətt indi nəstəlikdir, nə bilim təlikdir, nədir, onu axtarışırıq. Sətirlər bir-birinə çox yaxın olduğu üçün və kəlmələr bir-birinin qarnına girdiyi üçün, hətta bir-birinin üstündə yazıldığı üçün. Məsələn, deyək ki, 70 o şinin belə bir şeyi var, nun kimisi var da, onu bilirik. Onu uzatdığı üçün o birisi kəlməni bunun içində yazıbdır. Yəni, şin o birisini alıb qucağına onda laylay çalır. Məsələn, bu vəziyyətdə bir şeylə qarşı-qarşı yox. Ya səbür deyə yazıbdır. Məsələn, etsə, səbür, o səbr sözü ki, indi biz işlədirik türkçədə, onu məsələn burada yazıb səbür. Səbürün rın, məsələn, bir qol kimi beləsi uzaldıbdır, o birisini alıb bura onu məsələn yuxuladır. Elə bir beləsi bir vəziyyətdə kəlmələr beləsi bir-birinin üstündə və içində yazılıblar. Dediyim kimi sətirlər bir-birinə yaxındır. Sətirlərin əvvəli başlanğıçları hamısı bir xəttədir, axirlərində bəzi səhifələrdə ya bəzi sətirlərdə moc görsənir, dalğası görsənir. Amma
çox qərə görsənir səhvə. Bəzi kəlmələri dediyimiz kimi ərəbcə olsun ya adlar olsun, burada da qırmızı xətt ilə yazıbdır və bəzilərinin başının üstündə qırmızı xətt ilə xətt çəkibdir. Oxuyanlar da bunu, ya yazanlar da bunu gəliblər, qırağında bir şeylər özləri yazıblar. Dediyim kimi bu kitaba bəzi yerdə su töküldükləri çox aşkar olur. Bəzi yerdə yemək tökülüb. Dedim, biz müsəlmanlar nədənsə beləsi bir vəziyyətimiz vardı. Kitabı saxlamağa çox ciddi yaxınlaşmırıq. Bununla belə ki, çox da önəmli və çox da bahiymiş. Məsələn, burada yemək tökülübdür kitabın üstünə. İki yerdə bəllidir. Yağlı bir şey yeyirmiş. Bu yazının, əl yazmanın cöhəri, keyfiyyəti də yaxşı deyilmiş. Çünki bəzi yerlərdə yayılıbdır. Ya siliblər, bu da vardı ki, siliblər və o siləndən sonra onu tazaşdan yazmaq üçün rəhli yazıblar. Yəni, neçə dəfə qələmi o kəlmənin, o hərfin üstündə fırladıblar. O biraz yoğun görsənir. Bu da buradan bəlli olur. Ehtimalən o şeylər bundan ola bilər. Yəni, biraz qərələmək da bundan ola bilər. Amma yemək çox yerə tökülübdür, yağ tökülüb, ya şəm tökülübdür, belə bir şeylər tökülür. Səfənin 159-cu PDF-in 59-cu səhifəsində başlayıblar səfəni dövrəsinə çarçivə cizmağa, qırmızı xətt ilə. Cəlib bir işdir, amma zahirən də burada qabın içində yazılar olan yerdə bir şey yaddan çıxıbdır. Onu yenə bir ayrı çarçivə açıblar, əyri və kitab, onun içində bir yazılar yazıblar, ehtimalən ya bir hədisdir, ehtimalən orada onu yazıblar. Cəlib görsənir. Buradan bu üzə kitabın zahirən dövrəsinə çarçivə ciziblər və çarçivə də ciddi çarçivə deyil, yəni nəzərə gəlir ki, bunu çəkəndə çox da diqqət eləməyiblər, yəni mühəndislik və şeyli bunda yoxdur. Cəlibdir bu kitabın içində bir şey yaddan çıxatda ona aid bir həman rənglə, çarçivə rəngi ilə bir çarçivə cizərsi salasın onun içində bəlli ola ki, bu orada bu mətnin içindədir və bunu oxuyan yazmayıbdır. O gözəl bir işdir ki, bu son zamanlarda bu kitablarla tanış oluruq. 11-ci gecə nədir olubdur ki, bu adam kitabı oxuduqca 10-cu gecə, məsələn, Rəməzanın gecələri haqqında bunu yazır ki, qıraqda bir ayrı xətt, yəni aynı xəttinlə, aynı qələminlə hangi gecədə nə işlər görünəcək, onu yazır. Mən bunu gördüm, tamam, indi baş tapdım. Bunu təravih sözü və burada da bir ayrısı qələm getdikcə burada daha fərqlənir. Mən bundan bir əks salmalıyam. Aynı xəttdir, amma bu səfər bəzi hərfləri çox yoğun yazır, o birisləri çox cıqqılı. Yəni bir hərfin, hətta bir hərfin, məsələn ya, yağın bu ücü ki vardı, burasın nazik, amma belə ki fırlanı oranı çox yoğun yazır və bu ya məsələn reyn əvvəli bir zərrəsi nazik, qalanı məsələn çox yoğun yazılır. Bu da bir fərqli əl yazma, yəni bu yazarın fərqli bir işidir. Kitabın burada bir xətt çəkiblər, oradan bura bəlli deyil ki, bunu oxuyan çəkibdir, yoxsa yazan çəkibdir. Kifir saxlamaqlar burada da görsənir, bu səhifədə daha çox görsənir. 14-cü ehtimalən gecə bunu ayrı bir xətt ilə yazıblar, yəni oxuyan yazıb, ehtimal verirəm. Bir neçə səhifədən sonra o çarçivələri daha yenə çəkmədi. 16-cı gündür, necədir? 16-cı gün olacaqdır. Bunu da bu səhifədən yenə o dövrəsində çarçivə çəkmişdi, onu götürdü. Beləsi davam edir. Bu da kitabın cırıqıdır, suda tökülübdür. Kitabın qırağına zahirən kitabın su gəlmişmiş, amma biz diqqət eləmirmişik. Bir ağız tərəfindən, açdığımız tərəflərdən vərəqin başına su gəlmişmiş. Çox da bəzi yerdə çox görünür, bəzi. Yenə də bir-iki səhifə, neçə səhifə deyək,
1, 3, 5, 7, 9, 11, 13. 14 səhifə yazıların dövrəsinə çarşıvə çizməyibdi qırmızı rənginə, sonra yenə başlayıbdı çarşıvə çizməyə. Adamın əl yazmaları ruhiyyəsinə bəncə bağlıdır, çünki dəyişdirə bilir. Yəni bir gün elə yazır, bir gün belə yazır. O əl yazmalarında burada indi yenə görürsünüz dəyişdi biraz, yenə biraz dəyişdi. Çox fərqli yaza bilir adam. Qələmi məsələn burada qələm nazikləşdi, yəni ucun kəsdi və ucu fərqli oldu. Kitabın sonuna gəldik. 29-cu gecə mənaqibidir. Burada da onu yazıbdır, amma acaba burada bir tarix tapa bilər miyiz? O bir məsələdir. Çünki bu kitabın axiri naqis qalıbdır. Yox, qalmayıbdır. Bir ayrı xəttinə, bir ayrı adam, bir ayrı xəttinə ehtimalən yazıbdır, ehtimalən. Davam edibdir, ehtimalən, yəni demirəm həttən bu xətti, çünki bu yazı bunun davamıdır, çünki bilmirəm, oxumadığım üçün bilmirəm ki, bu bunun davamıdır ya yox, amma sonra burada cümlə naqis qalır. Yazıb ki, məsələn, Əyyub Peyğəmbər xəbərin verdi, Əli rəzi qalanı gedir, gərək bu tərəfdə yoxdur. Bu birisi səhifədə Əli rəziyallahu anhü fələ ya beləsi bir şey gərək olaydı, yoxdur. Vəsətdə 1, 2, 3, 4 səfə bir ayrı xəttinə, sonra da tikə-tikə kiçik-kiçik bir şeylər yazılır və kitab qutardı. Qeydək kitabın əvvəlinə, görək ki, bu əvvəldəki nədir? Dedik ki, əvvəldəki tərcümi bahnamədir. Bismillahirrahmanirrahim. Ya Allah, həmd bi sipas و şükr bi qiyas Həzrət uluhiyyətə ki, imdad fərəhi feyz edib, əşbabi nərəxi ra rayil eylədi. Nə deməkdir nərəx? Bu səs də qoyub üstünə, yəni üstünə 2 dənə nərə qoyubdur, orada da fərə qoyubdur. İmdad fərəhi feyz edib əsbabi tərəxi rayil eylədi və mürəbbəi səadəti məhibba-i qulubi riyaz. Bu məhibba Həsən heynə, hidayət heynə, 2 gözlü heynədir. Məhibba-i qulubi riyaz mərtəində məhna qıldı. Nə deməkdir? Məhibba və məhna. Məhibba və məhna. Məhibba və məhna nə deməkdir? Əcəb onu təşdid qoymuşdu ya yoxsa mən özümün oxu? Bəli, təşdid qoymuşdu. Məhibba və məhna 2 gözəl və köklü sözcükdürlər ki, ümumiyyətlə birlikdə işlənirlər. Məhibba bu sözcük ərəbcə hübb sevgi kökündən gəlir və mənası sevilmiş, əziz və hürmətli deməkdir. Amma hübb sözü Həsən heynən yazılır. Bu isə 2 gözlü heynən. Köhnə mətnlərdə və Osmanlı türkcəsində bir şeyin ya bir şəxsin sevimli olduğunu bildirmək üçün işlənilirdi. Məhna sözü bu sözcük hənə kökündən olub töhfələnmiş mübarək, xoşbəxt və dadı çıxarılan mənalarındadır. Ümumiyyətlə bir uğur və ya müvəffəqiyyətə görə təbrik deyiləndə gözün aydın olsun və ya mübarək olsun mənasında işlənilir. Məhnən və məhəbbə və məhnən. Tamam, demək olar ki, bu iki sözcük birlikdə işləndikdə
məhəbba və məhnən olsun, bu işin nəhayət dərəcədə mübarək, xoş və sevimli keçilməsini təmanna etməkdir. Tamam, bunu oxuduq. Bir də oxusuq orada. Və mürəbbəi səadəti məhəbba qılıb riyaz mərtəində məhna qıldı. Qoluhu Teala elhamdülillahi'llezî azhaba annel hüznə inne rabbel gafuri şekur ellezî ahallena darul megameti min fazlihi ve duayı bi'addu sanayı bihad hazreti rububiyyete ki mükemmel kıldı nüfusi natigeyi insaniyeyi mevahib envai en'amile ve memlu kıldı maadini xawatir hükemai ya hükâyi zevahir bedâyi hekemiyye a'lamile. Qoluhu Teala ve laqad ateyna Luqman el-hikmetel el-aye ayeden götürübdür. Zira revayih insan ruhlar zira revayih insan ilahi ve levahihi sefayihi namütenahi anın kudreti qəbzindedir ki buyurdu. İndi burada görürük ki, səhifələrə həm nömrə də vurmayıbdır və altında bir yazı yazsın ki, o birisində olsun, o da yoxdur. Əgər bu səhifə kitabdan bir şey cırılsa, biz nə cür təşxis edəcəyik ki, bu kitabın bir səhifəsi cırılıbdır, ya oğurlanıbdır, ya bir şey yoxdur. Onu biraz hələ birinci səhifədə təşxis verəmirik. Qoluhu ve innel fazli biyedullahi yu'tihi men yeşâ'u ve efzelü's salat eşmelü tehiyyat Resul kainat üzerine kim meb'use tebyin şerai İslam ve temhidi gevaid ahkam için Muhammed Resulullah sallallahu aleyhi ve sellem nazm şiir getirir ki, bu Hazreti Peygamber'in xavvece bu bəlkə də təşdid deyil. Xoca dünya və din gənc vəfa nur aləm rəhmətən lil aləmin dəxi anın al qutardı. O şeir qutardı. Nəzm idi. Xoca dünya və din gənc vəfa nur aləm rəhmətən lil aləmin. Həzrət Muhammedə bir şeir gətirdi ki, Həzrət Muhammed dünyanın gənc vəfasıdır və dünyanın xocasıdır. Nur aləm rəhmətən lil aləmindir. Dəxi anın al üzərinə olsun ki, xeyrul aldılar. Bu a sözünün üstündə o məd sözün qoymayıbdır. Sonra oxuyan bunu özü götürübdür, bir dənə onun üstünə ayrı midatla əlavə edibdir. Və əshabi üzərinə olsun ki, xeyrul əshab dururlar. Və bəd kitabın müqəddəm o şeyi salam-ı salavat və özünü göstərmək ki, mən kimə inanıram, hangi peyğəmbərə inanıram, hörmətim nə qədərdir. Ondan sonra yetişdi əslən. Nazimi qəvaid kitab və naşir fəvaid bi hesab dat bi həmal zat olacaqdır, dat yazılıbdır. Zat bi həmal və ünsuri bəd kəmal bunun üstündə bir nəfər xətt çəkibdir, ayrı rəngindən bilmirəm niyə, amma ehtimalən qırmızı yazı ilə ki, bəzi adları yazıblar, eyni qələm ilə bunun üstünə xətt çəkiblər, ehtimalən, yəni, məsələn, bu oxunmasın. Bəd və ünsürü bəd, bu ünsürü bəd silinəcəkdir, yəni bu oxunmayacaqdır. Pəs belə oxunar. Nazimi qəbaid kitab və naşir fəvaid bi hesab zat bi həmal kəmal mülk uləma ilə əsr استاد فضلاء الدهر حلال مشکلات الوقایف مظهر و مظهر رموزات الحقایق الوقایف olacaq o وقایف حلال مشکلات الوقایف
مظهر رموزات الحقایق ابوالبرکات خواجه ناصرالدین الطوسی، خواجه ناصرالدین طوسی افاض الله علیه سبحان الطاقة و نور به نور رحمتی مفاجع اسلافه آمین یا رب العالمین. احتمالاً ölübdür da, yəni bu Xacə Nəsrəddin Tusi ölübdür. Ona görə deyir bunun əslaflarına, sələflərinə. Ya Rabbil Alemin. Burada bir şey yazıb oxuya bilmirəm. Qırmızı ilə yazıbdır. Bu əcəba nə deməkdir bilmirəm. Birahullah Buranullah lil hükemai fəxrən və əzhəbə ömrəhu fil ilmi zəxərəndür. Bu kitabı təlif və əsrar hükemai kəşf və mərmuzati izhar qıldığına səbəb buydu ki, pəs bu kitabı yazan sultan yazıbdır, yəni. ehtimal verirəm. Xacə Nəsrəddin Tusi yazıbdır. Bu onun üzündən yazılır. Bir şey, Əbülbərəkat Xacə Nəsrəddin Tusi əfazəllah aleyhi Subhanə nəmənə ət-taqətü və nəvvərə benur rəhməti məzaci əslafəhu amin ya Rabbəl aləmin. Davamında əgər həman səfənin davamı hesablasaq, çünki heç bir şey, əlbəttə səfənin o birisi üzü olacaq, düzdür, bu davam olacaqdır. Məğfirət ola bilər, bəran Allah, ya bərahi Allah, bunların içindən biri oxunacaqdır. Əcəba bu nundur, yoxsa nədir? Lil hükəmai fəxrən və əsəbə, ərəbcəymiş. Barahullahi lil hükəmai fəxrən və əzhəbə ömrəhu fil ilmi zəxərəndür. Bu kitabı təlif və əsrar hükəmai kəşf və mərmuzatı izhar qıldığına səbəb buydu ki, Sultanul İslam Əbülmüzəffər xan İbn Sultan Qəzənxan İbn Mə'mun ki, xəlifə-i ruy zəmin eydilər, nacah məfluc və süst əndamlıq azıq oldu. Pəs əcəba Nəsrəddin Tusi bu xəlifə zamanında yaşayıbmı? Bu calibdir. Mən bunu Türk zamanında bilirdim, amma bu deyir şey Sultan İslam Əbülmüzəffər xan İbn Sultan Qəzənxan. Bunu beləsi yazaq. Görək ki, bu nə deyir? Görək əcəb bunu eləyə bilsək yaxçılar. Sultan haridir? Sultan-ı İslam Əbülmüzəffər Sultan-ı İslam Əbülmüzəffər xan ərəblərə deyilməz, türklərə deyilər İbn Sultan Qəzənxan. Xan İbn Sultan Qəzənxan. Görək ki, belə bir adam varmı, yoxmudur? Bunu soruşaq. Ki, İbn Mə'mun, Qəzənxan İbn Mə'mun, Mə'munun oğludur. İbn Mə'mun. Görək ki, bunu haqqında belə bir adam tanıyır ya yox. Deyir ki, axıra getdi bu. Bu titul həman, yəni ad və nəsəbnamə tarixdəki Xarəzmşahlar sülaləsinin son dövrlərinə və özəlliklə ikinci Mə'munilər Xarəzmşahiyan Ali Mə'mun. Əcəba bu Xarəzmşahilər türkdülər. Əcəba.
Bunu axtarıram indi. Çünki Xarəzm əgər mən bildiyim qədər türkdür, dövrünə işarə edirlər. Bu sözlər ümumiyyətlə sikkələrin üstündə və ya rəsmi məktublarda rəsmi məktubların başlanğıcında görünən təmtəraqlı unvanlardır. Bu şəcərənin tarixi köklərini belə açıqlamaq olar. Görək nə deyir. Unvanların mənası Sultanül İslam, İslam dünyasının hakimi və qoruyucusu. Əbülmüzəffər zəfərləri atası, qalibiyyət qazanan şəxsin künyəsi. Şəcərənin təhlili. Burada adı çəkilən şəxslər böyük ehtimalla Xarəzm bölgəsində hökumət sürən Mə'munilər sülaləsindəndir. Əbul-Əbbas Mə'mun ibni Mə'mun. Belə bir şey ola bilərmi? Mən iştibah yazmamışam görək. Yazır ki, Əbülmüzəffər xan ibn Əs-Sultan Qəzənxan ibn Mə'mun. Mən Qəzənxan yazmışam. Bu götürür Mə'mun ibn Mə'mun. Qəzənxan yazmamışam mən burada. Düzdür. Bu niyə ayrı cür götürüb yazıbdır? Əbul-Əbbas Mə'mun ibn Mə'mun genə yazıbdır. Xarəzmşahilərin tanınmış hakimlərindən biridir. Hökumət illəri 399 Hicridən 407-yə can olubdur, yəni 8 il. O, Mə'mun ibn Muhammedin oğludur. Xan və sultan unvanları bu sözün içində göstərir ki, mətni köhnə əlyazmalardan və ya sikkələrin üstündən götürülüb və hakimiyyətin qüdrətini göstərmək üçün ərəbcə və türkcə titullar bahəm işlənilib. Tarixi önəmi Mə'muni Xarəzmşahiləri elm və ədəbiyyata verdikləri önəm ilə tanınırlar. Əbu Reyhan-ı Biruni kimi böyük alimlər bu sarayda himayə olunublar. Bu nəsibnamədə o dövrün siyasi və ədəbi ənənəsini əks etdirir. Not: əgər bu ibarət xüsusi bir əlyazma və ya bir sikkə üstündədirsə, dəqiq kəlmələrin oxunuşu və sırası, indi bunu mən bir də yazım ki, Qəzənxanı qoyaq şey altına. Qəzənxan ibn Mə'mun. Bunu qoydum bura ki, bəlli olsun. Bu ibarətə qeyd olunan şəxsiyyət Xarəzmşahlar sülaləsinin sonuncu böyük hökmdarlarından biri olan Sultan Əbülqasım Mə'mun ibn Mə'mun. Allah Allah. Mə'mun ibn Mə'mun Xarəzmşah dövrünə və ya o sülalənin tarixi köklərinə işarə edir. Lakin tarixə baxdığımızda bu adlar arasında rabitəni dəqiqləşdirmək üçün neçə önəmli nöqtəyə diqqət yetirmək lazımdır. Xarəzmşah Mə'munilər, Ali Mə'mun. İbn Mə'mun deyiləndə ümumiyyətlə Xarəzmidə hökm sürən Mə'munilər nəzərdə tutulur. Bu sülalənin ən tanınmış hökmdarı Əbul-Əbbas Mə'mun ibn Mə'mun idi ki, elm və ədəbiyyata verdiyi əhəmiyyətlə tanınırdı. Əbu Reyhan-ı Biruni və İbn Sina kimi alimlər onun sarayındaydılar. Qəzənxan ya Qazanxan ilə əlaqəsi. Burada bir neçə ehtimal var. İlxani hökmdar. Əgər mənzur məşhur İlxani padişahı Sultan Məhmud Qazan xandır, onun nəsəbi Hulakuxana çatır və Mə'munilərlə birbaşa nəsəb rabitəsi yoxdur. Xarəzm bölgəsindəki yerli hökmdarlar, Xarəzm və Mavərə'ün-Nəhr tarixində Qəzən adlı başqa bəylər və xanlar da olubdur. Lakin Əbülmüzəffər, mən bunu Zəfər yazmışam. Yox, mən elə Əbülmüzəffər. Lakin Əbülzəfər xan ləqəbi o dövrün hökmdarlarına verilən rəsmi və təmtəraqlı bir tituldur. Əgər bu ibarət bir əlyazma, nüsxə xətti və ya bir kitabın başlanğıcında gəlibsə, bu o deməkdir ki, İslam sultanı zəfər qazanan xan Mə'mun oğlu Qəzənxanın oğlu ya nəvəsi. Xarəzmşahların dilləri nə imiş? Bu bir. Əcəba Xacə Nəsrəddin Tusi
Xarəzmşahların dərbarında yetişmişmi? Xarəzmşahlar dövrünün dil quruluşu və Xacə Nəsrəddin Tusinin o dövr ilə rabitəsi haqqındakı tarixi həqiqətlər buna bənzərdir. Xarəzmşahların dili. Xarəzmşahlar sülaləsinin dil və vəziyyəti iki əsas baxımdan araşdırılır. Saray və ordu dili. Xarəzmşahlar əsalətən türk idilər. Ənuştekin Qərçə nəslindən. Buna görə də ordu və saray əhli arasında Xarəzm türkcəsi ki, daha sonra Cığatay türkcəsinin yaranmasında böyük rol oynadı, danışılırdı. Ədəbiyyat və divan dili. O dövrün ümumi ürfünə uyğun olaraq rəsmi məktublar, divan işləri və böyük elmi ədəbi əsərlər farsca yazılırdı. Eyni halda dini və yüksək elmi sahələrdə ərəbcə hakim idi. Xarəzm, niyə indi burada yazıbdı? Dedim, mən bunu qəbul eləmirəm. Mən bunu burada öz nəzərimi deyim ki, qəbul eləmirəm, çünki bu İranlı şeylərə gedir. Hər halda biz də bunlar hərdən biri farscada yazılaşdığımız üçün və hər halda o bölgədən gəldiyimiz üçün mənim ittilaatımı bilir. Yəni, mən bundan rezüməzat yazmışam, filan bəhman. Bəzi işlərimi bundan görmüşəm. Ona görə bu, mənə görə bir dünya məlumatı var Google-in. Yəni, Google mənim əkslərimi, filmlərimi, danışıqlarımı, hər şeyimi bilir. Ona görə də gəlir və İran mənim fokusum olduğu üçün, İran adlanan yer mənim təmərküzüm olduğu üçün gedir oradan, o qaynaqlardan gətirir. Ona görə bu fars dilin daxı şişirdir. Və o halda ki, məsələn, birdən İranlılar deyirlər ki, Osmanlı da türk danışır, dünya xolən türk danışır, fars danışır, düz istə. Farslar deyirlər ki, Osmanlı da fars danışırdı, nə bilim, filan da fars danışırdı, bəhman da. Yəni, Allahdan sonra onların nəzərində hamı fars danışır, fəqət Allah ərəb danışırdı. Və hətta ərəblərin özlərinin də dilləri hətmən farscadır. Yəni, belə bir adamlar vardılar, yəni, deyirlər də, danışırlar da bunun üstündə. Bu, şuxluq da demədim, yəni, bu ciddi dedim. Mən bu sözü qəbul eləmirəm, çünki bu gedir onlardan gətirir. Bizlər də təəssüflə bunun altında, keçən 250 il gedən təbliğatın altında farsları şişirtmişik. Bu 700 kitab ki, birazdan tanış olmuşuq, bizə göstərir ki, bunların hamısı dedikləri yalandır. Yəni, biz görürük ki, ən azından buradan kəşf elədiyimiz bu 700 kitabda ki, hamısını da oxumamışıq, yəni bu kitabda hərəsindən 5-10 səhifə oxumuşuq. Amma kəşf elədik ki, Türk dünyasının 4 dana, indi bəlkə də 5 dana dil və yazı uyğarlıq mərkəzi var. Bunlardan biri bugün Çin işğalında olan 5-incisi olur əlbəttə, mənim nəzərimdə tapdığıma görə. Hələ onlarda yəni Uyğur dediyimiz insanların dili təqribən demək olar ki, Cığatay dilidir. Təqribən demək olar. Ya Azərbaycan dilinə çox-çox bənzər. Yəni bu videolardan ki, görürəm gedirlər Çində bunlarla danışırlar, ya İran adlanan yerdən gedirlər, ya Azərbaycandan gedirlər, ya Türkiyədən gedirlər Çində, gedirlər o şeyləri, müsəlman türkləri tapırlar, onlarla danışırlar. Çox Azərbaycan və bugünkü Türkiyə dili ilə danışırlar. Yəni fərqi çox Cığatay üzünə çox yaxınlaşmır. Amma oradan mənim əlimə hələ feylən bir kitab gəlməyib ki, deyəm, ora o mərkəzdir. Onu qoyduq kənara, qaldı 4 dana. Bunlardan ən mühümü bu günləri Əfqanistan olan mərkəzdir. Yəni bu mərkəz Əfqanistan mərkəzli türklərin dil və yazı uyğarlığı Teymurilər dövründə gül açıbdır. Yəni ondan öncə də varmış, amma o zaman dövlət gücü bu dilin yazı və ədəbiyyat sahəsində çox sərmayə yatırdığı üçün orada güllənibdir. Birincisi odur. İkincisi Osmanlıdır.
Osmanlı dövrü oradan sonradır. Yəni Teymurilərdən sonra başlanır. Və bu dünyanın demək olar ki, ən uzun silsiləsidir ki, çox 3 qarıya hökumət edir. 3 qarənin bir çox yerinə hökumət edir. Və burada da bir dil ortaya çıxır ki, Cığatay əvvəllərdə yenə nə oldu buna? Beləsi bir vəziyyət hakim oldu. Instagram qırıldı. Instagram təəssüflə kəsildi. Məcbur oldum ki, bu 381-ci proqramı təzəşdən vuraq, davamı gəlsin. O birinci bölümə əlif deyərik, bu ikinci bölümə ki, əlan davam edirik. B deyərik, amma aynı kitabın üzərində danışırıq, davamı aynıdır. Hər halda burada biz Xarəzmşahilər haqqında danışırdıq və fars dili haqqında danışırdıq ki, biz bunu qəbul eləmirik. Nə oldu? Bilmədim ki, nə oldu. Və nədən danışırdıq, o da yadımdan çıxdı. Hər halda 381-ci cələsənin davamına gedirik. Xarəzmşahlar dili. Önəmli bir nüqtə budur ki, o bölgənin qədim yerli əhlisi Xarəzmi adlanan bir qədim İran dilində danışırdılar. Gördünüz, bu getdi İrana. Zəbanı İrani deyə. Çünki gedir oradan mənə qaynaqları gətirir. Təəssüflə biz keçən 250 ildə çox ədəbiyyat yaratmamışıq, çox yazı yaratmamışıq. Və keçən o birisilər də itirdiyimiz üçün, yəni keçən minlər ildə yazılarımızı da itirdiyimiz üçün, dilimiz rusca olduğu üçün, çincə olduğu üçün, nə bilim, farscanın altında qaldığımız üçün biz demişik ki, bizə fars dili hakimdir. Çünki buradan biz qaynaqları o işğalçı dövlətlər o dövlətə məşruiyyət vermək üçün ona bir dil hüviyyət yaradırlar. Və buna 250 il zəhmət çəkirlər. Ta eləyə bilərlər bir kiçik bir tayfanı ki, bəlli də torpağı haradır və İran dedikləri yerdə ən pis hava olan yer, su olmayan yer, əknəcək olmayan yer, maldavar saxlaya biləcək olmayan yeri onlara veriblər. Yəni onlar gəliblər, Türklər deyiblər, gedin yığışın, orada siz qalır. İndi siz gəlirsiniz bizim torpaqlarımıza, gedin yığışın. O şey ki, orada kəvir deyirlər, qumluq, duzluq deyirlər. Kəviri lüt, kəviri nəmək. Bu duz kəviri çölü və lüt dedikləri adı lütdür, lüt. Yəni orada heç seçsat yoxdur, torpaqlar lütdürlər. Orada bunlara, farslılara yer veriblər. Amma bunların o düşmən ki, işğalçı düşmən vardı keçən, özəlliklə Hindi, Doğu Hind kompaniyası ya şirkəti, o şirkətin pulu ilə ucuz hindilərin əl yazmaları ilə kitablar, şeylər doldurublar və bir fars kültürü bizə yaradıblar və bunu bizim şeyimizə getirdiblər. Yəni demirəm, fars dili də ola bilər, yəni bizim dədələrimiz bu dili yaradıblar, ordunu yaradıblar, bunu yaradıblar, bunu heç kəs danmır, yəni mən də danmıram, mən deyirəm, bizim dədələrimiz bu fars dilini yaradıblar, amma bu qədər gücü yoxdur ki, gələ məsələn burada neyniyə? Əsli İrani dilidir. Nədən bunu İrani olurmuş? Yəni Türklər yaşayan yeri nədən İrani olurmuş? O halda ki, İran belə taza, hələ 90 illik deyil bu İran deyilən yer. 1313-də İran adında bir məmləkət təsis olubdur. İran deyilən. Əlbəttə İran sözü özü də türkcədir. Cığatay ləhcəsində ər irə çevrilir və İran ərin cəmidir. Cığatay ləhcəsində, türkcədə. Bunu mən 2 kitabda gördüm və burada üstündə danışdıq. Yəni bu indi mən qeydim hangi kitabda da onu təbiətən ki tapa bilməyəcəm sizə. 700 kitabın içindədir. Amma İran sözü, ər sözünün Cığatay ləhcəsində cəm bağlananda İran bağlanır. Əcəba
qaidəsizdir, qaidəlidir, onu bilmirəm. Mən türk dilində bilirsiniz, sıfırca savadım var. Ona görə bu haqda danışa bilmirəm. Amma İran sözü türkcədir, adı türkcədir, mənası türkcədir. Və bunu hətta Səfəvilər birinci dəfə işlədiblər. Döktür Ziya Sədr Əşrafiyə istinad edirəm burada. Əlbəttə Döktür Ziya Sədr Əşrafinin bir məqaləsi var. Onun burada əksini göstərdim sizə. O da cəlibdir. Dostlar, əgər istəsələr bunu bir müsahibədir Döktür eləyibdir. Əgər eləyə bilsəm, tapa bilsəm bunu. Döktür Ziya Sədr Əşrafi cənablarının bir şeyi var. Əgər tapa bilsəm, Ziya Sədr Əşrafini Həzrətlərinin bir dənə burada, aha bu deyil. Burada bir dənə gözəl bir məqalələri var. İndirdim mən bunu. İndi bunu downloaddan gedib taparam, rahat olarıq, yəni. Əgər tapa bilsəm. Download oldu, amma mən onu adını gərək bir də təzədən baxam, görəm ki, adı nədir. Məqalənin onun üzərinə aha, tamam, gəldi bura, hani Azərbaycan Post. Bunu mən əvəzin ki, belə yazaq. Döktür Ziya, bizə yetər bu qədəsi. Tamam, indi bunu bu da cəlibdir. Bunu indi tapsaq. Döktür Ziya. Tamam. نقد روایت‌های رابطه زبان‌های هخامنشیان، ساسانیان və Farsi Novin parantez arasında bunu yazıbdır. Deyir bu inse zaman به دلیل اختلاف جغرافیایی و محل مهاجرتشان به ایران کنونی İran taza bir şeydi də dedik. Yine burada bir şey yazıbdır. Elbette bu nedir? Aynı şeyi burada açtı. İran کنونی در زمانهای مختلف عقلاً و منطقاً هیچ ارتباط علت و معلولی با هم نداشته و ندارند. Yani deyək ki, Sasanilər ya Həxamişilər dilləri Pəhləviymiş. Deyək. Farsi ilə ki biz yaratmışıq, bizim dədələrimiz yaradıblar, orduya tay. Onunla heç bir ilgisi yoxdur. Bu çox gözəl bir məqalədir, uzundur. Müsahibədir. Yayda yazıdır, bilmirəm, ehtimal verirəm ki, yazı olacaqdır. Ruznamənin 2 səhifəsi boyundadır. Yəni, çox bir uzun bir yazı ilə qarşı-qarşıya duruq. Çox da gözəl bir yazıdır. Zahirən Aydoşun da cavanlığının əksini qoyublar. Bəlkə də o zamanlar yazıbdır. Yəni, ehtimalən burada yazıbdır ki, kitabın tarixi vurulsa, yox, bu tazadır. April 2026-da yazılıbdır. Çap olubdur. Çapı o zamandır. İndi əcəba bu qədim yazılıbdır, sonra yazılıbdır. 1304-dən bu üzə İran adına haqqında belə bir şeylər. Hər halda oxumamışam bunu, amma oxumalı bir vaqiyyət budur ki, oxumalı bir məqalədir. Hər halda bunu istəyirdik deyək ki, İran dili adında bir dil yoxdur. Məsələn, siz deyəsə Asiya dili.
Asiya dili yoxdur ki. Afrika dili yoxdur ki. Ya Hindistan dili yoxdur. Ərəbistan-ı Suudi dili yoxdur belə bir dil. Yəni İran sonralar bir siyasi addır, coğrafiyayı ad deyil. İran bir siyasi addır. Hökumət 1313-də qoyubdu bunu bura və 14-də də rəsmən olaraq yazıblar kitablarda, hər yerdə İran olaraq yazıblar. Amma İran sözünün özü də türkcədir. Bunu da dedim, bunları bildik və bu yazılar ki burada gəlir, bunlar brainwash'dır ki, keçən 200 ildə, 50 ildə olubdur və bizim də brainwash olmuşuq. Hamımızda da belə, hətta ustadlarda, xocalarda da bu anlayış vardı. Niyə ki, onlar da bu kitabları oxurlar. Yəni onlar da baxanda bu kitablar onların Qur'anlarıdır. Yəni filan kəs bir kitab yazıbdı, bir ingilisli, bir almanlı, bir rus, bir italyan, bir nə bilim filan kəs, ya onların adına yazılıb hətta. Bu olur ustadı danışgahın Qur'anı. Yəni ona bu kitab o qədər müqəddəsdir ki, onun tərsinə bir söz, yox ağa bunu filan kəs yazıbdı. Yazıb nə olsun ki? Bu torpağın vaqiiyyətləri ilə, varlıqları ilə çatışmazlığı var və yox? Çatışmazlığı var. Çatışmır. Düz gəlmir. Düz gəlmədiyi üçün doğru deyil. Necə ki, köç şimaldan cünuba olmaz, cünubdan şimal olar. Amma biz bunu, çünki düşmən deyibdir, biz də düşmən, güclü görürük düşməni. Düşmən pulludur, güclüdür, sərvətlidir və biz də həmişə güc və sərvətin özümüzü onun yanında kiçik görərik. Bu o şeydir ki, istədim deyəm. Amma gəldik o şeyləri, bunların dilləri türkdür, türk yazırlar və ərəbcə din kitablarıymış, amma sonra dedik ki, hər halda onu girdik. 4 dənə mərkəzdən biri Teymurilər, türk dili və yazısı Uyğarlıq mərkəzi, Hərat mərkəzli. İkincisi İstanbul mərkəzli Osmanlı dil və uyğarlıq və yazı, dil uyğarlığı və yazı uyğarlıq mərkəzi, türk mərkəzli özü də İstanbulda. Üçüncüsü Təbriz və İsfahan hətta mərkəzli türk dil uyğarlığı və yazı, türk yazı uyğarlığı mərkəzi olaraq Səfəvidən sonra ta bu günə qədər və dördüncüsü Ukrayna mərkəzli, bugün Ukraynanın içində olduğu üçün türk dili və Qırım mərkəzli dil, türk dili və türk yazısı uyğarlıqları mərkəzli 4 mərkəz. Dedim, ehtimalən, məsələn, Çağatay dili, türk dilinin bir zaman, çünki Teymurilər təqribən çox böyük bir imperatoru olublar da, yəni bugünkü türk dünyasının demək olar ki, hamısını müsəllət bir vəziyyətdə hakim olmuşdular. Onların yaratdığı Çağatay ədəbiyyatı və yazı dili, ədəbiyyat deyəndə mənzurum şeir deyil, dastan deyil, hikayə deyil. Küllən yazı ədəbiyyatına mən burada şey deyirəm, yazıya, hər cürə yazıya ədəbiyyat deyirəm. Yazı uyğarlığın təməddünün onlar inkişaf elətdiriblər və oradan türk dünyası, Azərbaycan olsun, Osmanlı olsun, ya Uyğuristan olsun, hamısı, Krım olsun, dedim Uyğuristandan təəssüflə kitab hələcə oxumamışam, bir də oxusam yadımda deyil. Onların hamısı bunun etkisində qalıblar. Və biz oradan qırıldığımız üçün İranda bir çox şeyi bilmirik, Türkiyədə də bilmirik, Azərbaycanda da bilmirik, Türkmənistanda da bilmirik, Qəzzaqistanda da bilmirik və bilmirik. Çünki oradan qırılmışıq. Düşmənlər bizi işğal eləyəndən sonra tək torpağımızı işğal eləsəydilər Allaha şükür eləməliydik. Onlar bizim beynimizi də işğal eləyiblər. Ona görə burada görürsünüz qıssaca Xavrəsəmlər əhli dili, əsli dili türkcə, amma divan dilləri farsca idi. Necə olar ki, şah farsca deyər? Yəni şah türkcə danışır, diqqət buyurun.
Bunun namələri gərək ya fərmanları gərək farsça yazılsın. Niyə? Kimə göndərir? Türkə istəyir bir məktub yazsın. Niyə gərək farsça yazsın? Çünki tamam ustandlarlar, fərmandarlar bugünkü dillə desək, xanlar, ərbablar, böyüklər hamısı bunlar türkdülər. Tabi bunların dili türk olduğu üçün niyə bunlara farsça yazır ki? Amma bunu bizim zehnimizə getirdiblər və bu şey də bunu ChatGPT ya AI-lar. AI-ların da mənbələri ora olduğu üçün bizi oradan alır, çəkir o tərəfə. Ya ruscaya çəkəcəkdi, ya ingiliscəyə çəkəcəkdi, ya bir ayrısına çincəyə çəkəcəkdi. Bu da o qəziyyənin buracan mənə fikirəm ki, bu qədər çox uzun danışdıq, yetişər. Kitabımızın davamına gedək. Qəzənxan ibn Məmun ki, xəlifə-i ruy zəmin idilər. Calibdir. Sultanül İslam Əbülmüzəffər xan İbn Sultan Qəzənxan ibn Məmun. Qəzənxan özü xəlifə imiş zahirən. Çünki deyir ki, xəlifə-i ruy zəmin idilər. Nagah məfluc və süst əndamlıq ariz olduğundan. Süst əndamlıq, əndam sözün üstünə qırmızı xət çəkiblər. Süstümlük, süst olmaq ola bilər. Süst olmaq ariz oldu ki, xuban xəta və xutən. Xəta və xutən. Zalibdir bu. Qətində xubani. Ehtimalən bu da üstünə xət çəkibdir, qırmızı. Yəni bu da oxunmayacaq ki, o xəta və xutən qətində cəm edərlər kimi nə kahilə və kimi nə mənə və mələk yömnilə nigah ilə və kimi mülk yömnilə ki cəmaə ki həris və zavvaqdi pəs Xacə Həzrətinə elam edib işbu beytləri yüzdürlü huzurilə vardilə sündi. Huzurilə və ədəblə sündi. Ey əziz, از بهر ما را نسخه بنیاد کن شعر تا که من باشم به آن مانند gül در نوبهار مانند gül در نوبهار. Nədənsə məsələn belə bir şeir yazıblar. Hər çizi z اهل hikmət رمز گردست کشف کن باتیت بی تعظیم کن چون دوروار. احتمالاً هم سبب باشد برای حفظ صحت این کتاب هم در این عالم بمانه از تو ما را yadgar. Belə bir şey bu bənd üçün bir kitab düzmək gərəksin ki, əlbəttə buranın bəzi yerlərini oxuya bilmədim, bilmirəm də niyə, çünki xətt bir cür yazılıb ki, oxuya bilmirəm. Yümni ilə olacaqdı, zahirən orada onu qeyd etmişəm, tozaşdan baxıram, görürəm ki, xəta iştiba eləmişəm. Xəta və xutən qətində cəm edərlər kimi nigah ilə və kimi mülki yümni ilə ki cəmaini hərisu zəvvazu əqdi. Pəs Xacə Həzrətinə elam edib işbu beytləri yüzdürlü huzur ilə və ədəblə sundi. Tamam, bu şeiri də oxuya bilmədik, amma farsçada, nə cür farsçada bilmirəm. Bu bənd üçün bir kitab düzmək gərəksin ki, cüssəsi səğir və nəf'i kəsir olə. Mütəvvəl olub mütaliəsi müşkil olmaya. Havi ola fəvaid xəvas təbibiyyeyi kafi ola hifzi səhhəti bədən insaniyyəyə. Və bu qaldı vaqi olan əmrazi dəf'ün və səbəbün və əlacın böyle buyurasız ta ki bir zəhmət olsa kimsə. İndi Calib buyurur ki, burada yenə də xətt çəkibdir üstünə.
Oxumayacaq. Bir zəhmət əlacə möhtac olmayayım. Xacə daxi intimam ilə məşğul oldu və cəmi kütüb-i təbiviyyəyi mütəqəddimin və tərkibi əməliyyat mütəəxxirini mütaliə edib cəm etdi və 18 bab üzərinə mürəttəb edib Bahname-i Padişahi diye ad verdi. Tamam, pəs Bahname-i Padişahi, bu calibdir, bunun adını yazaq. Kitabın adı Bahname-i Padişahi. Yazarı kimdir? Yazar Xacə Nəsirəddin Tusi rəhmətullah. İndi bu kitabın əslini bəs o yazıbdır. 18 babda. Amma gedək görək ki, Xacə Nəsirəddin deyir ki, burada da görürsünüz yenə bir kitabda yanlışlıq vardı ya da burada yanlışlıq var. Deyir ki, Xacə Nəsirəddin haqda bilgiləri verər misin? Tarixləri hecri ilə yazar mısın? Tamam, görək Xacə Nəsrəddin ha zaman yaşayıbdı. Burada üstə dedi ki, Xacə Nəsrəddin Xarəzmşahlar zamanında yox, çox İsmaililər və sonra Moğullar, İlxanlılar zamanlarında yaşayıbdı. Belə bir şey dedi. Amma bunun bu kitabda yazır ki, bu o dövrdə, yəni Xarəzmşahlar dövründə yazılıbdır. Calibdir. Ola bilər ki, eyni zamanda yaşamış olarlar. Yəni mümkündür onlarla yaşamaya, amma aynı zamanda yaşaya. Buna bir diqqət etməli və baxmalıyıq. Yazdıq ki, Xacə Nəsrəddin Tusi böyük İslam alimi, filsuf, riyaziyyatçı və münəccimdir ki, Ustad-ı Bəşər və Əql-i Hadiyə Əşər kimi ləqəblərlə tanınır. Calibdir, bunu mən heç bilmirdim. Ustad-ı Bəşər, Əql-i Hadiyə Əşər. İranlılar bunu qoyublar. Yəni, belə bir şeyi İranlılar elərlər. Hər şeyi, məsələn, dünyanın dədəsidir, nə bilim, filan. Bunları elmi pedəri filan. Belə bir şey İranlıların işidir. Bunlar şiş itmaqları. Yox, bir şeyin ki, adamın bir şeyi yoxdur. O olan şeyi özünə ala bilsə, onu şişirdir ki, da onu şey eləsin də. Onun həyatı və fəaliyyətləri haqqında önəmli bilgilər bunlardır. Doğum və kiçik gənclik dövrü. Xacə Nəsrəddin 597 Hicridə doğulubdur. Tuz şəhərində. Bunu yazaq. Doğum 597 Hicri. Cəmadül-əvvəl ayında Tuz şəhərində dünyaya göz açdı. İlk təhsilini atası və dayısının yanında başladı və sonra Neşaburda o dövrün böyük alimlərindən dərs aldı. O, riyaziyyat, fiqh və məntiq sahəsində tez bir zamanda şöhrət qazandı. İsmaililər dövrü qələlərdə keçən illər. Moğulların Xorasana hücumu zamanında Xacə Nəsir İsmaili dailərinin dəvəti ilə Qəhistan qalalarına pənah apardı. O, təxminən 630-cu Hücri illər ilində ta 654-cü iləcən, yəni üst-üstə 24 il qədər İsmaillərin hakimiyyəti altında olan Ələmut və digər qalalarda yaşadı. Bu illərdə təzyiq altında olmasına baxmayaraq, ən önəmli əsərlərindən olan Əxlaq-ı Nasiri kitabını yazdı. Ələmutda qalsa bu adam təqribən bir ziddi türk adamdır. Moğullar və Mərağə rəsədxanəsi.
654-cü hicri ilində Hulakuxan Ələmut qalasını aldıqdan sonra Hacı Nəsrəddin elmi əzəmətini dərk edib onu özünə müşavir seçdi. Hacı Nəsir bu fürsətdən istifadə edərək mədəniyyət və elmi əsərləri məhv olmaqdan qurtardı. 657-ci ildə, yəni 3 il sonra Azərbaycanın Mərəğə şəhrində məşhur rəsədxanənin tikilməsinə başladı. Bu mərkəzdə dünyanın dörd bir yanından alimləri və 400.000 cildilik bir kitabxananı bir araya gətirdi. Bu 400.000 cildi bilmirəm ki, hardan deyirlər, çünki çox böyük bir əsərdir. O zamanda kitabın, bilirsiniz, qiymətlərini axtardıq, keçən səfərlərdə bunları tapmışıq. Dünyanın hər yerindən istəyirlər bir kitab aralar və o qiymətdə ola, bir dövlətin zoru çatmaz. Zahirən mən sizə deyim ki, bir dövlətin zoru çox çətin çatar ki, 3 ildə 400.000 cild kitab alar. 400.000 cild kitab hərəsi əgər 20 sm yer tutsa, böyük bir yer elər. Yəni, bu cürdə heç çox şey olsun. Yəni, kiçik bir şey deyil bu. Bunu mən soruşa bilirəm ki, 400.000 cildlik bir kitabxananın binası nə böyüklükdə olmalıdır? Bunu o cavabını yazar, biz gedək burada şeyi oxuyaq. Mollanın haqqında oxuyaq. Bu mərkəz dünyanın dörd bir yanından alimləri və 400.000 cildilik bir kitabxananı bir araya gətirdi. Yəni, inanmıram belə bir şey ola bilsin. Mənim zehnimə keçmir. Bu da İranlıların yenə şişirtməklarındandır. Yəni, belə bir kitab toplansa, indi burada heç olmasa gələk bir 3.000 danası, 2.000 danası qalıydı. Yəni, 400.000 danadan 4.000 danası da heç olmasa %1'i qalsın da. Yəni, rəsədxananın elmi nəticələri Zicə İlxanı adı ilə məşhur oldu. Elmi əsərləri Hacı Nəsirin 150-dən çox əsər yazıbdır ki, bəzi önəmliləri bunlardır. Təcridül Etiqad, kəlam sahəsində ən önəmli qaynaqlardan biri. Şərhül İşarat, İbn Sina fəlsəfəsinin müdafiəsi. Təhrir-i İqlidoz, həndəsə sahəsində. Əsasul İqtibas, məntiq elmində. Farsça yazıb bunun qabağında ki, Farsça yazıb bunu. Yəni, görürsünüz, bir dənə o birislərdə yazmadı hangisi ilə yazılıbdır. Burada forən bunun qabağında yazdı, çünki bu Fars mənbəli olduğu üçün istəyir onu şişirdə. Vəfat edib. Bu böyük alim 672-ci ildə vəfat edibdir. 672-ci hicri ildə vəfat edibdir. Zilhəccə ayında Eyd-i Qədir günü Bəğdadda vəfat etdi. Vəsiyyətinə əsasən onu Kazımeyn şəhərində İmam Musa-i Kazım və İmam Cavadın hərəmində dəfn etdilər. Onun məzar daşına bu ayə yazılmışdır. Və kəlbühüm basit izrahəyhi bilvəsid. Tamam, bu Dancıçaq deyir ki, 400.000 cild bir kitabxananın fiziki fəzasını hesablamaq üçün bir neçə texniki amili nəzərə almaq lazımdır. Bu böyüklükdə bir kitabxana sadəcə kitab rəfləri deyil, həm də oxucu salonları, müdafiə fəzaları və xidmət bölmələrini əhatə etməlidir ki, gərək də belə olsun, çünki ora bir şeydir da. İndi o saxtımandan bir kiçik bir şey qalır. Yəni, təxminən bu böyüklükdə bir kitabxananın binası üçün lazım olan meyarlar bunlardır. Rəf və kitab fəzası ümumi standartlara görə hər metr mürəbbə fəzada standart rəflərlə təxminən 150-200 kitab qalır. Diqqət buyurun. Bu da nə olar? Hesab. 400.000-i bölsək 150 kitaba təxminən 2600 metr bir fəza kitabxana. Fəqət orada kitab qoyaq. 2600 metr onun fəzası olar ki, orada kitab qoyaq. Düzəlməsi üçün fəza lazımdır. Oxucu və əyalət fəzası. User space, oxucu fəzası. Kitabxanalarda fəzanın təxminən 30% kitablara, qalan 70% isə oxuculara, yollara, otaqlara, idari bölümlərinə ayrılır.
Buna əsasən əgər 2600 metr mürəbbə kitabların özü olsa, cəmi fəza təxminən 8000 ta 10000 metr mürəbbə arasında olmalıdır. Mərağa rəsədxanası ilə müqayisədə Xacə Nəsirəddin Tusinin qurduğu Mərağa rəsədxanası kitabxanası o dövrün ən böyük elmi mərkəzi idi. O zamanlar kitablar əlyazma nüsxəsi xətti olduğu üçün daha qalın və daha böyük həcmlidirlər. Bu qədər kitabı bir araya gətirmək üçün o dövrün memarlıq quruluşunda böyük tağlar və geniş salonlardan istifadə olunmalı idi. 10.000 metr mürəbbəlik bir bina o dövrün mümkünatına görə müəzzəm bir saray böyüklüyündədir. Fiziki ölçüsü təxmini. Əgər bu binanı bir neçə mərtəbədə təsəvvür etsək, məcmuən 4 mərtəbi bir bina olsa, hər mərtəbəsi 2500 metr mürəbbə təxminən 50 metrin 50 metr, 50 metr eni, 50 metr boyu olacaq. Olmalıdır. Nəticə, 400 mincil kitab üçün kitabxananın standart və istan rahatlığı nəzərə alınırsa, təxminən 1 hektar 10.000 metr mürəbbə tikili fəza lazımdır. Bu həcmdə bir kitabxana dövrün bilik xəzinəsi sayılardı və Mərağa rəsədxanasının elmi. Mərağa rəsədxanasının böyüklüyü haqda bir ölçülər əldə varmı? Bizdə dedim, yəni bu İran mədəniyyətində hər şeyi yekətmək bir iftixardır. Yəni onun üçün. Məsələn, biz bilirik ki, Səfəvilər neçə yüzildir, yaxşı 250 ilə yaxın, bəlkə də çox, bəlkə az, hökumət eləyiblər. Və bunun bir çoxunu sülhüdə keçirdiblər. Yəni, savaşda keçirtməyiblər, sülhüdə yaşayıblar. Və sülh dövrəsi yazı, dil və ədəbiyyat dövrəsidir. Bunlar yaratdığı kitabların məcmusu Şeyx Səfiyyəddin Ərdəbilinin məzarında və kitabxanasında yerləşmişdi ki, Ruslar Azərbaycan torpaqlarını işğal edəndə bu kitabları 2 yerə böldülər. Mən bu haqda Cunas TV-də 2013-də ya 14-də proqram düzəltmişəm. Amma indi yadımda deyil. Yəni kitabları 2 yerə bölürlər. Yarısını onlar aparırlar, yarısını verirlər İran kitabxanasına. Yəni İran dövlətinə. Və kitabların adları da yazılıbdır. Amma neçədir? Fikrim 30.000 cild kitab hesab olurdu. Yəni bir dənə dövlət neçə yüz ildə topladığı, yazdığı, əldə etdiyi, töhfə aldığı filan bəhman 30.000-ə çatır. Mərağa rəsədxanasının tikili quruluşu və böyüklüyü haqqında həm tarixi məktub qaynaqlarda, həm də son 100 ildə aparılan arkeoloji basınşünası qazıntılarda önəmli ölçülər əldə edilmişdir. Bu rəsədxana sadəcə bir bina deyil, bir neçə tikilidən ibarət olan böyük bir elmi kompleks idi. Arkeoloji tədqiqatlara əsasən rəsədxananın ölçüləri belədir. Mərkəz bina rəsədxana qülləsi. Rəsədxananın ən önəmli hissəsi o dairəvi binadır ki, əsli rəsəd cihazları orada yerləşirdi. Futer, diameter, qutru, diameter. Bu dairəvi binanın qutru təxminən 22 metrdir. Dövrəsi. Divarın qalınlığı müstəhkəm olması üçün divarların qalınlığı təxminən 80 sm ölçülmüşdür. Divarın eni 80 sm-dir. Simt rə'sül cəhazi. Azimotol nə bu bir şey. Binanın mərkəzindən keçən böyük bir ölçü cihazı. Sudus fəxri var idi ki, göy cismilərinin yüksəlikliğini ölçmək üçün istifadə olunurdu. Köməkçi binalar və fəzalar. Rəsədxana təkcə mərkəz
mərkəzi binadan ibarət deyildi. Qazıntılar göstərir ki, bu təpənin üzərində başqa tikintilər də var idi. Kitabxana, sizin də qeyd etdiyiniz 400 min cildi kitabxana üçün müstəqil və geniş bir fəza ayrılmışdı. 4 müstəqil otaq göy cismlərinin vəziyyəti və ölçüləri üçün xüsusi hücrələr. Alimlərin yaşayış yeri, dünyanın müxtəlif yerlərindən gələn 400-ə yaxın alim üçün yataqlar və evlər. Diqqət buyurun, yəni görün nə böyüklükdə, özü bir şəhərdir yəni. Əslində yəni bu da bir şəhər olur. Əgər desək ki, burada 400 dənə otaq var, məsələn mədrəsə kimi, yəni Hövzə Elmiyyə kimi, mən yaşamışam Hövzə Elmiyyədə. 400 dənə otaq var. Yəni bunun böyüklüyü gərək görəsiniz, həcmin görəsiniz. 3 təbəqədə tikilsə ki, o zamanlar 3 təbəqədə tikilərdi, çox olsaydı, məsələn, da 2 təbəqədən üstü çətin olurdu, amma olsa 3 təbəqə belə deyək, olsa, hər təbəqədə gərək 100 dənə otaq olaydı. Ya 125 dənə otaq olaydı. 3 təbəqədən 133 dənə hər otaq, fəqət otaq olaydı yatmağa. İndi bunların işləri, tualetə getməklə, bunlar hamısı orada işdir. Yəni, bu cür deyil ki, deyək, şeydir. Bir dənə, məsələn, məscid düzəldirlər, cümə məscidi. Fəqət orada adamlar gedir, məsələn, nə deyək, 50 dənə tələbə, Təbrizin cümə məscidindəsə, 50 dənə tələbə orada dərs oxuyacaq, yox. Oranın, məsələn, mən kitabxanasını yaşadığım üçün deyirəm, məscidin filanını hesab eləyəndə çox böyük bir şeydir. İndi bunu 400 nəfərə çıxardı. 400 nəfər çox müəzzəm bir yerdir. 400 min kitab çox müəzzəmdir. Yəni. Məsələn, indi bunu soruşa bilirik ki, əlbəttə, bu kompleks müəzzəm təpə, Rəsədxana təpəsi. Bu kompleks Mərağənin şimal-qərbində yerləşən bir təpə üzərində tikilmişdir. Təpənin üst həvarisi platformu təqribən 170 metr enində və 510 metr uzunluğunda bir sahəni əhatə edirdi. Bu da o deməkdir ki, bütün elmi kompleks təxminən 8 ilə 10 hektar sahəyə yayılmışdı. Memarlıq və filan bunlardan gedək. Bunlardan geçək, çünki biz kitab oxuruq. Çox da istəmirəm. Bunları fəqət istəmirəm araşdırmanı görək ki, biz hər şeyə inanmamalıyıq. Bunu da nəzərdə alaq ki, keçəcəklərdə, qədimlərdə kitabları saxlamaqda indidən daha diqqətli saxlamağa məcbur idilər. Yəni, o cür bir kitabxana olsaydı, insanlara çox yer verirdilər. Bu cür deyildi. Çünki doğrudan mən o kitabxanaları gedib görmüşəm, çox müəzzəm bir şey olur. Yəni. Tamam. Ad verdi. Kitabı yazan bəs kim idi? Dedi ki, Bahname-i Padişahi yazar Xacə Nəsir Tusi. Və bu beytləri ixtisarında etizar buyurdu ki, müxtəsər olduğu üçün nəzərdən dur etməyələr. Şeir. Gerçi müşk anda bu da xoş bu yerdə züdəmaq. Bilmədim. Gerçi müşk əndək بود خوش بوی گردد زودماغ خانه را روشن بسازد گر بود کوچک چراغ جرعه کافی بود از خم برای چاشنی مجلس را پس بود یک دسته ریحان ز باغ və qeyri əhlidən sığınmaq üçün iş bu beytləri buyurdu. Ta kim qeyri əhlinə düşüb xor olmaya. Şeir. این نقد را نثار نباید گفت کسی در وی دقیق ها است که بهتر نقل است زیرا بی نظری و بی بصیرت qətində çi elm və çi hünər اولئک کالانعام بل هم اضل. شعر. همه در کار تو جویند همه در فضل تو پویند همه توحید تو گویند به توحید سزایی تو خداوند یمینی تو خداوند یساری تو خداوند زمین تو خداوند سمایی تو حکیمی تو عظیمی تو کریمی تو رحیمی تو نماینده فضلی تو ملیکی به بقایی منم آن بنده مجرم که غایت
زنو خومم زنو خواهم احتمالا چطور قاضی حاجت چطوری قاضی حاجت چطوری کامروایی. اما بعد hamdullah Teala ve salatu ala nebiyhi ve Muhammedin alihi. Əslində deyir ki, bu kitabın əsli neçə il bundan qabaq, deyək ki, yap belə ömrünün sonunda yazmış olsa, Hacı Nəsrəddin məsələn deyək ki, 670-də yazılmış olsa, 72-də ölübdür, 70-də yazılmış olsa, gələk bura, 1447-də yaşırıq. Əgər bundan çıxsaq 670-i çıxsaq 777 il bundan öncə kitab yazılmış olar. Kitab 777 il öncə yazılmış görünür. Bu da bu kitabın əsli. Amma bu ki biz oxuruq, bu əlyazma ola bilər. Düzdür, bunun da xətti yaxçı deyil. Yəni, ola bilər ki, əsli olsun, amma kitab çox salim qaldığı üçün kitaba baxdığımızda bu kitab o qədər ömrü yoxdur. Ola bilər 400 il, 300 il olsun, amma da 700 il ömrü yoxdur bu kitabın. Əlimizdəkinə ki, baxırıq. Amma bəd hamdullah Teala və salatu ala nebiyhi və Muhammedin və alihi bilinə ki, چون پادشاه اعظم و شهریار معظم مالک رقاب الامم معدن و وگور الایادی و النعم و واضع مراسم العدل في العالم حادم قواعد الجود بالسيف والقلم قاهر الفجرة والمشركين قاتل الزنادقة والملحدین معین الضعفاء والمساکین سلطان ابن سلطان یعقوب ابن دولت خان لا زال زلاله سلطنت ممدودة و اتاب سرادقات دولته مشروده سرادقات دولته مشدوده. Tamam. İndi əvvəl burada şahın adını görək ki, indi bu adam ki yazıbdı, demişdi ki, Sultan Hacı Nəsrəddin yazmışdı, amma və Nəmənə şahın o dövründə yazmışdı, adını dedi. Qeysaq baxsaq, demişdi ki, bu şahı, bu kitabı Sultanul İslam Əbülmüzəffər xan İbn Sultan Qəzən xan İbn Məmun zamanında yazmışdı. Amma indi burada deyir ki, bu kitabı yazan kimdir? Sultan Yaqub xan İbn Dövlət xan. Sultan İbn Yaqub xan İbn Yaqub İbn Dövlət xan. Yaqub İbn Dövlət xan. Şimdi görək bu haqda bir şey bizə məlumat verir. Əsli çox bu yazılıbdır. Yəni bu kitab o zamanda yazılsa, bu zaman onu Tazaşdan götürüblər, ehtimalən yazıblar. Çağ yazaq. Bu əsli kitab budur. Bu sözcüklər və nəsəbnamə daha çox Ağqoyunlu dövlətinin məşhur hökmdarı Sultan Yaqub. Ağqoyun hökmdarı Sultan Yaqub İbn Uzun Həsən. Yəni Uzun Həsən və ya o dövrün bölgesel hakimləri ilə əlaqəli bir titul xatırladır.
Lakin Dövlətxan adı ilə bağlanan bu dəqiq nəsəb klassik Ağqoyunlu və Səfəvi qaynaqlarından daha çox Hindistan Gürganiləri Dehli sultanlığı, Gürganilər orada olur da, və ya Orta Asiya türk hakimiyyətlərinin şəcərələrinə oxşayır. Bu nəsəbnaməni daha dəqiq tanımaq üçün iki əsas ehtimali bərrəsi edə bilərik. Hindistan və Ludi Suri sultanlarının dövrü. Hindistan tarixində Dövlətxan adı ilə tanınan önəmli hakimlər var. Məsələn, Dövlətxan Levdi. O dövrdə bir çox yerli sultanlar öz nəsəblərini öncəki böyük xanlara bağlardılar. Sultan İbn Sultan Yaqub ibarəti Yaqub adlı bir hakimin oğlu olan bir sultana işarə edir ki, onun da böyük babası Dövlətxan imiş. Ağqoyunlu və Qaraqanlı dövründəki kiçik hakimlər. Anadolu və Azərbaycan tarixində Uzun Həsənin oğlu Sultan Yaqub hökuməti 883-cü illə 896-cı illər arasında Hicri ən güclü hakimlərdən biri idi. Lakin onun şəcərəsində Dövlətxan adı əsli kökdə yoxdur. Mümkündür ki, bu səbəb o dövrə xüsusi bir əmirliyə mühürdarlar ya bölgəsəl bəylər aid olsun ki, özlərini bu adla tanıtdırıblar. Tarixi nöqtə, əgər bu ibarət bir sikkə kitab, tamam, buradan geçək. Kitabda da əlbət, kitabə və ya əlyazmanın əvvəlində gəlibsə, bu o şəxsin qanuni hakimiyyətini, məşruiyyətini göstərmək üçün yazılan bir duaiyyə və ya tuğra kimidir. Tamam. Bunu oxuduq, bu feylən Uzun Həsən haqqında şey demədi, bunu tarix verdi, əlbəttə, bu nə idi? Dedi ki, bunu baxaq, tarix verməyibdir. Aha, hökuməti 883 ilə 896 hicrilərdə olubdur. Tamam, bu ehtimalən bu dövrə olsun. Bu dövrə olsa kitabın ömrü azalar, amma yenə baxaq bunu, görək ki, nə deməkdir? Gələk bura. Payəndə bad ömrü tu ey مهر سرفراز که از دولت بقای تو را در جهان دراز عیشی تو باد دایم با حکم مستدام تا گرد قطب گردد این چرخ این چرخ با نیاز. Amin ya Rabbel alemin. Ali huzurunda, o yəni şahın, elmi mərğub və hünəri məhbub və mətdub gördüm və talib gördüm, kəmalat-ı əqliyyəyə və raqib gördüm, nəhifi və unillahil məlikil lətif, ciddu əlacat tibbiyyə və bən zəif ehtimam ilə padişah həzrətləri üçün xəllədəllah Teala məmləkətəhu və əbbədə dövlətəhu bahnami padişahi bir cəmnə məşğul, tərcüməsinə məşğul oldum. Pəs bu kitab tərcümədir. Tərcüməyi bahnamə. Tərcüməyi bahnaməyə tərcüməsinə məşğul olub. Bu kitabı tamam etdim ta ki padişah həzrətləri hifz-i sihhətdə və əkabi xiffətdə, nə deməkdir bilmirəm, əktabi xiffətdə olub, bu kitab səbəbilə kimsə əlacına muhtac olmaya və müntəfi olub, müntəfiün bih olub, səfayı quvayı ruhani hasil edə və müqabilə edənlər gördülər ki, bu kitab tərcüməsində nə səy edib zəhmət çəkmişdirlər və bu zəifi xeyli dua ilə yad edələr inşallahirrahman və hüvə
və nə mənə əhəbbül vəlğufran. Şeir təfərrüc qılınız iş bu kitabi ki hər bir səfəsi manənd güldür. لطیف خوب زیبا روح افزا که لفظی جام هم معنیsi müldür. Vərəqləri lətayiflə mühəlla ki hər tərkibi bir fərhan dildir ya da fərahan dildir. Fərəhan dildir. Mücərrəb ulubən muxtar oldu ki dəcül anun gibi çəmfal qıldır. Qəmu hikmət oquyub duruşanlar ərişmadı buna qalın xutəldir. Qalən xuzlər belə bir şeydir. Müsəxxər olmadı bu kimsəyə heç məgər şunlara kim ol əhli dildir. Bunu naəhlə vermə əmanət və nə göstər səğinğıl nə xubdur. Əvvəl bab. Kitabın indi bablarını oxuyaq. Tamam, bu kitab bildik ki, qara qoyunlar dövründə, ağ qoyunlar dövründə yazılıb ehtimalən. Yəni əsl bu kitabı istəyək deyək ki, hansı zaman yazılıbdır? Desək ki, məsələn 883 ilə 896 illərində olsa və 890-da yazılmış olsa, yenə də bunu hesablarıq. 1447-ci il yox, bundan çıxsaq 890 557 il hududunda bundan öncə 557 il öncə Türkçəyə tərcümə olmuş. Tamam, 557 il öncə bu Türkçəyə tərcümə olmuş. Əvvəlki bab tədbir-i insanidə və məzaclərindədir. İkinci bab müfrədat-ı qəzalər bəyanındadır ki, sihət-i bədən insana gərəkdir. Üçüncü bab xülasə-i müfrədat-ı ədviyyə bəyanındadır. Xüsusən təqviyə əf'al-i cima və təzayüd məni üçün. Dördüncü bab mürəkkəb qədalərdədir ki, məzac insani islah edər və iflacın zail, iflac fələc sözləri, zail və süst əndamlığın dəf edər və əf'al-i cimaə biğayət qəvi qılır ki, vəsfə gəlməz. Beşinci bab şədaid-i bəyanındadır ki, qani safi qılıb və məzac fasidəyi ögüzüb əf'al-i mübaşirəti əzim qəvi qılır. Altıncı bab müfərrih-i məcunlərdədir və güvarişlərdədir ki, gönüldən məlaləti dəf edər. Yedinci bab şafilərdəndir ki, bildici yedüdiyi və əzadəki rütubəti, bildici burudəti və əzadədəki rütubəti zail və mədədəki səfrayı və sodayı və bəlğəmi cəzb edib dəf edər və cimaəki qəvi qılır. Cimaəyi qəvi qılır. 8-ci bab həqlərindədir ki, vəz-i məfasili və zat-ı hebni və ərəq-ü nayi və bil əğrisini və riyahi fasideyi və qulunci dəf edər və beli möhkəm edər və əf'al-i cimai əzim qəvi qılır. 9-cu bab musiəllərdə nə deməkdir bilmirəm. Dürvə keçicilədir ki, fəsl-i ərbəədə təbiət-i insan müxalif olub mərəz hasıl olmaya biiznillah Teala. 10-cu bab cima şərtlərindədir ki, nə vəsilə ola ta bədən insana ziyan olub zəiflik və tiz qocalıq gətirməyə.
11-ci bab ədviyyədədir ki, zikr dörddür kəma yənbəği və o yəf'unə və möhkəm ola. Yığın və möhkəm ola. 10-cu bab ədviyyələrdədir ki, kəma yənbəği zikr uzun edər. 13-cü bab ədviyyədədir ki, əl-əyəq bərməkləri arasındadır. Dürtləri cimai qəvi və zikri tamam qəvi və zəkəri tamam qəvi edə. Nə qədər edərsə zəif olmaya. 14-cü bab əğziyeyi tuncaq həblər bəyanındadır. Ki, cimai ləzzət verə mücərrəd failə həman. 10-cu və davam edir. Yəni bu kitab görürük ki, çox ciddi bir kitabdır. Elmi və mövzuları da bəlli oldu. Mən fikirlərim ki, bunu bu gecə bəli, az qalıb 2 saat olsun. Gedim bu kitabın sonuna bir baxaq. Görək ki, neçinci səhifədə idi? Yazmışdıq. Yazmamışıq. Amma gedək görək ki, tapa biləcəyik. Yox. Tapdıq. Bunun axirinə bir baxaq, görək ki, əcəba bir tarix vardı ya yoxdur. Və lakin bayaq oxuduq, yox idi, elə həman yerlərdir. Yenə də bir ayrı bir şey yoxdur ki, oxuyaq. Yəni bu ikinci kitaba gedək. Bismillahirrahmanirrahim. Bu kitabın içindəkinə dedi ki, bu da Ramazan haqqındadır. Bismillahirrahmanirrahim. Bir-iki səhifə buradan oxuyacağım, axirindən də bir-iki səhifə oxusam, mən fikirlərim ki, bu günü görür. Bismillahirrahmanirrahim. Şükür ol Allaha ki, yerləri, gökləri yerə... Bunun əksini qoyacaqdım ora. Mənə desin ki, bu əks haqqında bir məlumatlar versin. Görək, tapa bilirik, göndərək. Onu da verəcəkdim, amma verməmişəmdir. Bunun haqqında bir məlumat versə yaxşı olar, amma bunlara məşğul olsun, biz qeydək buradan şeyi. Şükür ol Allaha ki, yerləri, gökləri yaradıcıdır. Dəxi ayların bəzini bəzi üzərinə ululecidir. Və dəxi Ramazan ayı əfzəli mənazil Qur'an qılıcıdır. Və həm qədri gecəsilə Ramazan bizə tamam. Çox iyi oldu. Tamam. Ramazan ayı əfzəli mənazil Qur'an qılıcıdır və həm qədr gecəsilə Ramazan bizə bəhrüdür ehtimalən ya bədrüdür. Ancelin qədrdədir ki, Ancelin nə deməkdir? Ancelin qədrdədir ki, 1000 aydan xeyirlidir. Bəd, vaxtı ki, dində qərəndaşların bəzisi bu fəqirdən tələb etdilərsə ki, bu kitabı ərəbidən Türkiyə, baxın Türkiyə yazmışdı. Yəni Türkiyə kəlməsin T, vav, R üstündə də O qoyubdu. Türkiyə 2 danadır. 2-dan sonra 2 dana Y vardı. Türkiyə. Y və H. Səsini də qoyub üstünə. Döndərəm. Burada bir kəlmə yazıbdır, oxunmur. Çünki üstünə rəh düşübdür. K, babidə cəm'i, nəminə?
faydası cəm'i müsəlmanlara am olub. Cəm'i müsəlmanlar oxuyub ya oxudub deyə ya yazıbdır. Cəm'i müsəlmanlar oxuyub ya oxudub fayda tutalar və həm bu kitab Asiyə dəxi xeyr dua edilər. Bu günah Asiyə dəxi xeyr dua edilər. Bəndə xi ol dilici qəbul edib bəndəxi. Dəxini indi burada bəndəxi. Burada bəndəxi bir kəlmə kimi yazılıbdır. Bəndəxi. Bəndəxi ol dileci qəbul edib Türkiyə. Orada Türkiyə demişdi. Türkiyə. Burada deyir ki, ben edip Türkiye döndürmeye şuru ettim. Gece ve gündüz yazdım. Sığındım Allah-u Teala'ya xətadan və səhvidən. Amma mübarək Ramazan ayına mütəalliq olan vəzaif 10 bildirim və vəzaifün ama ta alif vavun ununla yazılır. Vəzaifün bildirim. Yəni beləsi olsun. Ramazan ayına mütəalliq olan vəzaifün yazıbdır. Bildirim. Biri Əmiril Müminin Ali ibn Əbi Talib ululuği zikrindədir. Yəni indi adları deyir. Hansısında bab məsələn o birisilər deyirlər. Belə deyir 10 danadır. Bu gətirir. Biri Əmiril Müminin Ali ibn Əbi Talib ululuği zikrindədir. İkincisi təravih ululuğundadır. Üçüncüsü hər gecənin namazı ululuğundadır. Ondan sonra üçüncüdən sonra yine bir yazıbdı amma oxumayıbdı. Dördüncü gərək olsun. Siliblər, yazıblar 2-3 dəfə oxumur. Kitabda cırılıb orası. Yəni orasının kağızı gedib biraz. Hər günün orucu ululuğundadır. Beşinci, bu birinci dəfədir görürəm ulu kəlməsin həm adama işlədir, həm günə işlədir, həm də əmala işlədir. Bu birinci dəfədir ki, bir kitabda belə bir şeylə qarşılaşıram. Ulu anlamını, ulu. Beşinci, hər günün orucu duası ululuğundadır. Altıncısı, hər günün orucunun niyyəti gecədən olmaq ululuğundadır. Yedincisi, hər günün namazı ululuğundadır. Sekizincisi, hər övrətin ərinə bu ayda hürməti ululuğundadır. Görən ki, acaba bunun bir şeyi də vardır ki, məsələn, övrət ərinə bu xidməti elir, hürməti elir. Acaba ər də övrətinə ya xanımsına bu hürməti elirmi? Yazıb bir şey. Dokuzuncusu, xeyri amədur Ramazan ayının və onda orucun və yeməgün ululuğundadır. Onuncusu, hər günün layiq orucu və hər gecənin layiq təravihi bəyanındadır. Əl-leylətil əvla əl-mənaqib. Birinci gecənin mənaqibi. Mənaqib bir Ramazan. Görək bu kitab haqqında bir məlumat verdi ya yox. Bu göndərdiyiniz şəkil əski bir türkcə Osmanlı ya Cağatay üslubu əlyazma nüsxəsidir. Mətnin dili və xətti sizin maraq gökünüzdə olan qədim əlyazmalarla tam uyğundur. Mətn Ramazan ayının fəzilətləri, təravih namazları və bu aydakı dualar haqqındadır. Mətnin bəzi önəmli hissələrin oxunuşu və izahı belədir. İstəmirik. Əgər bunun xəttini hatta. Oxunuşdan nümunələr
Bismillahirrahmanirrahim. Şükür ol Allaha ki Pərverdigar. Pərverdigar sözü yox idi, özündən gətirdi. Şükür o Allaha ki yerləri, gökləri yaradıcıdır. Bu özündən getirdi, yadı ki Pərverdigar. Dedim, bu Farsıya gedirdi. Yəni gedir o mənbələrdən onu alır, gətirir, onu bizə istir şey eləsin. Yəni Həzrət Əli ilə bağlı qismi. Xətt, dil və xətt. Xətt nəsx xəttinin türklər arasında yaygın olan sədə və oxunaqlı bir növüdür. Dil əski türkcədir. Klasik Oğuz ya Cağatay türkcəsi ilə oxşarlıqları var. Mən görmədim. Yəni bu oxşarlığı Cağataya çox görmədim. Sözcük kökləri və cümlələrin quruluşu sizin tədqiq etdiyiniz dövrün ədəbi dilinə çox yaxındır. Rənglər, önəmli kəlmələr, məsələn, salat, təravih olan qırmızı ilə yazılması, o da şey deyil. Bu əl yazmanı sizin Türk İslam, tamam, onunla işimiz yoxdur. Heç demədik. Bu da dedi ki, xəttin nə cürdür? Nəsxidir. Bu xəttin nəsxidir. Məncə biraz fərqlidir bir-birləri ilə, amma ola bilər nəsx olsun. Yəni, mən adlarını bilmirəm. Əyleylətul uğla əl-mənaqib. Müsənnif rəziyullah ənhü, Eydər, Peyğəmbər. Bu bir ayrı kitabdan ehtimal verirəm yazıbdır. Əvvəldə demir, amma oxuduq, vəli ayrı bir kitabdan yazıbdır ehtimalən. Müsənnif rəziyallahu ənhü Eydər, Peyğəmbər əleyhissalam əyitdi. Cəmi ağaclar qələm olsa, cəmi dənizlər mürəkkəb olsa, cəmi cinnilər hesabcı olsa, cəmi insanlar katib olsa, Ali ibn Əbi Talib'in ululuğun hesab edib yazamaylar. Yazamayələr. Səslərin qoyduğu üçün belə oxur. Yəni, burada gəldi bir şeyi Həzrət Əlini sevir. Yəni, adam şiədir ehtimalən. Həzrət Əlini sevir. Sevdiği üçün də çox yekəldir. Həzrət Əli hər halda. Ət-təravih. Ali ibn Əbi Talib rəziyallahu anhudan Ramazan ayında təravihdən sual etdilər. Ali rəziyallahu burada RZH yazıbdır da qalanı yazmıbdır. Ali rəzəh ayitdi. Bəndlü ol kişi. Nə bəxtülü o kişiyə ki Ramazan ayı tamamıca diri ola dahi gecelerinde teravih kıla. O evvel gecesinde cem'i günahi döküler şöyle ki anasından dünyaya bugün gelmiş gibi olur. Əs-salat. Daha görürsünüz ki, bu konusu bəllidir, xətti şeydir. Təbii ki, bunun dili çox gözəl bir dili var. Mən bunu oxuya bildim. Yəni dedim, əvvəldə nəzərimə gəlir ki, bəlkə bunda çətinlik çəkəm. O birisi bölümdə çətinlik çəkdim, burada çətinlik çəkmədim. Bununla belə ki, vaqəən hərflər bir-birinin qarnında keçibdir, biraz yazılması fərqlidir filan. Amma mənim nəzərimə çox gözəl yazılıbdır. Bunu gördük. Gedək bu kitabın sonundan bir səfə oxuyaq və görək ki, əlbəttə dedim, bu kitabın sonu 2 yerə bölünür. ehtimal verirəm. Mənim düşüncəmə görə bu kitabın sonu PDF-in 100-cü səhifəsində yox olubdur. Kitab naqis qalıbdır. Buradan bu üzə 100-cü səhifədən o üzə ayrı bir şeylərdə, ayrı bir xətlə, ayrı bir qonularda yazılıbdır. Heç ilgisi yoxdur bu kitabına. Amma bunu biraz bu axir səhifəni bir baxaq. Əgər 2 Ramazanidə belə cima eyləsə, Sərəxsi İmam Məhəmməddən hangi kitabında Əl-Kainiyyat kitabında yazıb deyə Fil-Kainiyyat. Sərəxsi İmam Məhəmməddən 2 kəffarət gərək deyə rivayət edir. Amma məşayixin çoxu eydir, bu Sərəxsi rivayətinə etibar yoxdur der. Səhih
Burada üstə əlbəttə bir şey yazıb, tərsə yazıbdır. Amma görüm oxuya biləm. Əl-etibar məği. Görüm bunu çevirsəm oxuya bilərəm. Tamam. El-i'tizar mani eyliyək, eylaxın. İki sətrin arasında bir dənə də bir la i'tizarə mani eylaxın ya eylaxık. Tamam, bu hər nə mənə beləsi oxunur. İki sətrin arasında da belə bir şey yazmışdı. Səhih budur ki, bir kəffarət gərək. Şərhi təhavidə, bu da bir ayrı şərtdir. Eydər, hər günah bir kəffarət gərək. Yenə bunun üstündə bir şey yazıbdır. Əcəba bu nədir? Bilinmir. Ehtimalən bunu eşikdə yazıb. İttifaqi. Kəffarət günah ittifaqidir. Rükni əyyüh edər. Cemaət və vetridə şər'idir. Təravihə tabi olubən hətta təravihi cemaətlə qılməsə və vetridəxi cemaət ilə qılməya. Mənaqib büküm 9-cu 29-cu 9 yazıbdır. Cabir Resul aleyhisselam'dan rivayet eder ki Allahü Teala yerləri və gökləri yarattı, dəxi bunlara dua etdi. Bunlar dəxi Haqqı Teala'ya cavab verdilər, dəxi Haqqı Teala bunlara peyğambərin, Resulüğün və Əlinin vilayetin bunlara arz etdi. Bunlar dəxi qəbul etdilər. Ondan sonra xalqi yarattı. Enes ibn Malik Nəbidən aleyhisselam rivayet eder ki, heç bir nəbi yoktur illa benim ümmətimdən ana benzer bir vardır. Əbu Bəkr İbrahim peyğəmbərə Əbu Bəkr İbrahim peyğəmbərə bənzər və Ömər Musa peyğəmbərə bənzər və Osman Harun peyğəmbərə bənzər və Əli bana bənzər. Der. Bunu da qılağında bir yerində xət çəkib aparmışam. Musa ibn Cəfər bəydən rivayət eder ki, Musa ibn Cəfər Nəbidən rivayət eder ki, Resul aleyhisselam Həsən ilə Hüseynin əlin aldı, dəxi əyitdi. Kim ki bəni sevsə və bu ikiyi sevsə və bunların ataların və anaların sevsə, qiyamətdə benimlə benim dərəcəmdə belə olur. Cabir Əydür 29-cu gecədə Allah-u Teala Ramazan ayın tutuna əyib Əyyub peyğəmbərin verər. Əli rəziyullah qalanı qaldı. Görürsünüz, kitab yarımçılıq qaldı. Beləsi devam edir. Təəssüflə kitabın burası cırılıbdır. Buradan bu üzədə bir ayrı adamlar xət təmrin ediblər. Əslində Bismillahirrahmanirrahim dualar yazıblar. Onu görürük və bu bizi kitabın son səfərlərinə yetirdi. Beləliklə bu günləri bu kitabla tanış olduq. Kitab iki konuda yazılmışdı. Birisi tibbiydi. Birisi tibbiydi və birisi də bu şeydə Döşür Ziyanın da məqaləsini gördük. Birisi də oruçluğun haqqında kitabın əvvəlində yazılmışdı. Neydi adı? Yazılmış Fəzaili Leyli Ruzi Ramazanül Mübarək. Həman dedik ki, Mənaqib Ramazan ya Fəzaili
Leylə ki deyəndə, yəni bir gecə olur, amma o deyil. Yəni Fəzaili Ramazan, Ramazan ayında nələr vardı, nələr yoxdur, onun haqqında bir kitabdır və Həzrəti Əlinin haqqında bir kitabdır. Birinci bölümü daha önəmli oldu, çünki burada bir tarixləri tapdıq. Bu kitab əvvəlcə dedi ki, bunun içində ya irad var, ya da şeydə AI-da irad var. Məncə AI-da irad vardı. Deyir ki, Xacə Nəsrəddin Tusi bu kitabı orada bir xəlifə adında bir adam işlədir. Deyir ki, kimdir adı? Yazmamışam. Hər halda deyir, onun zamanında bu kitabı yazıbdır. Sonra da bu adam ki, yenə bəlli deyil kimdir, yazar. Bu, Ağqoyunlu hökmdarı Sultan Yaqub ibn Uzun Həsən dövründə bu kitabı tərcümə edib Türkiyə. Kitabı Xacə Nəsrəddin yazan kitab bizim əlimizdə, yəni burada bu kitabda deyildi. Biz onu görmədik. Onun tərcüməsi ki budur, bunu gördük. Bu tərcümə Sultan Yaqub zamanında yazılsa və onun ömrünün son zamanlarında yazılsa, hududən 557 il öncə bu kitab yazılmış olar. Bu birincisi və əgər Xacənin özünün dövründə yazılmış olsa və ömrünün də axır 5 ilində, 3 ilində yazmış olsa, onda da olar, yəni axırında bir ildə, yəni axır ilində belə yazmış olsa, 777 il bundan öncə o kitabı yazmış olar. Beləliklə biz bu günləri bir dana kitabdan bir zərrə oxuduq, çox oxumadıq ki 777 il bundan öncə yazılıbdır və 557 il öncə tərcümə olub Türkçəyə. Biz bunun bu nüsxə ilə tanış olduq. Bu nüsxə mənə də əvvəldə də ərz elədim, qələmin yoğunluğundan və düz nə deyirlər, yaxçı yonulmadığından mənim nəzərimə gəldi ki, çox şey olar, 700 illik dedim olmaz, amma burada 550 illiği daha bildik. Amma bu kitab ki vardı, yenə də bunu deyirəm, bu kitab ehtimalən biraz da ondan taze ola bilər, çünki bir adam onu nüsxə eləyə bilər. Ona görə mütməyin deyiləm. Mütməyin olmadığımız üçün deyirik ki, bu adam ki deyibdir, bu kitab Sultan Yaqubun dövründə yazılıbdır, yəni hududən 557 il bundan qabaq, biz feylən bunu qəbul eləməliyik. Əl yazı da bunu göstərir. Yəni biz əlbəttə eləyə bilirik bu əl yazını, bilmirəm əks salmışıq ya yox, bunu bir də əks salım. Gedim burada görüm, əlbəttə fikrim əks salmışdıq. Yox, bu deyil. Bu da dünənki kitabdandır. Bundan əks salmamışıq. Bundan bir əks salsaq, əgər bunu burada bu əksi əgər edit eləsək səri, hızlıca bunu edit eləyək və görək ki, bu kitabın ömrü haqqında bizə bir şey deyə bilir ya yox. Bu Cimna ya AI. Əcəba bu əlyazma və bu kitabın ömrü haqqda bilgilərin varmı və sənin analizin nədir? Göndərdiyiniz şəkillər bu və yeni şəkil üzərində apardığım analiz göstərir ki, siz çox dəyərli və oğlanmış bir əlyazma ilə qarşı-qarşıyasınız. Bu kitabın həm yaşı, həm də mövzusu haqqında əldə edilən nişanələr bunlardır. Kitabın kimliyi və mövzusu. Yeni göndərdiyiniz şəkildə kitabın dibaçəsi, başlanğıcı açıq şəkildə görünür.
Mətnin axırında qırmızı mürəkkəblə yazılan Xacə Nəsiruddin Nutusi adı bu əsəri o böyük alimin əsərlərindən birinin şərhi və ya tərcüməsi olduğuna dəlalət edir. Mətnidə Məzhər-i Rumuzatul Haqq Əbülbərəkat Xacə Nəsiruddin Nutusi ibarəti gözə çarpır. Bu mətn böyük ehtimalla Xacə Nəsirin əqaid, kəlam və ya məntiq sahəsində yazdığı məşhur bir kitabın Təcrid etiqadı Osmanlı Yadçağatay türkçəsində olan şərhidir. Bu deyil. Özündən götürdü, ehtimal üzünə getdi. Yəni ehtimal kəlməsi gəldi, yəni qoyacaq qırağa və mövzudan da o deyildi də. Biz bunu gördük ki, bu həkimçilik haqqındadır. Əl-Mazmanın ömrü, tarixi təxmin. Kitabın xətti, kağızı və dil xüsusiyyətlərinə əsasən bu əsərin ömrü haqda belə demək olar. Xətt və üslub. Xəttin növü nəsxidir ki, Osmanlı mədəni hövzəsində 16-cı, 17-ci əsr illərdə, yəni 10 və 13-ci İslami illərdə bu aralarda deyir, çox yaygın idi. Dil, mətndə məhənna qıldı elədi kimi kəlmələrin işlənməsi əsərin klassik Osmanlı türkçəsi ilə yazıldığını göstərir. Təxminən bu nüsxənin fiziki durumu və xətt səbki onun təxminən 300 ta 400 il qədəmi olduğunu, yəni 11-ci əsrin, 12-ci əsrin arasında olduğunu göstərir. Terminoloji. Mətnidə qəvaid İslam, təmhid-i qəvaid əhkam və nur-i aləm kimi dini və fəlsəfi ibarətlərin sıxılığı əsərin bir elmi kəlam və usul. Mən bunları görmədim. Əlbəttə, bu özündən deyir bunları. Kitabımıza qayıtsaq, bunlarda o cür bir kəlmələr yox idi. Yəni, özündən bunları dedi məncə. Bir də qeysisaq bura. Dedi ki, təmhid-i qəvaid İslam, təmhid-i qəvaid əhkam, nur-i aləm. Burada biz o cür bir şey belə bir şey, burada şərai İslam var, amma yenə o dediği deyil, təmhid-i qəvaid əhkam. Burada var, təmhid-i qəvaid əhkam ki, burada demişdi, bu var. Nur-i aləm də bəlkə ola bilər, qəvaid İslam da bəlkə ola bilər, demirəm, yəni bunlara hələ işimiz yoxdur. Fiziki nişanələr, kağızın rəngi, noxudu rəngi və bəzi yerlərindəki ləkələr onun uzun müddət rütubətsiz və təbii bir mühitdə saxlandığı bəlli edir. Nəticəyə gəlinən nüktələr. Xacə Nəsirin elmi mirası, dili, coğrafiyasında filan bəhman əsərin başlanğıcı getirilən. Tamam. Bu qədər bizə bu gün yetişər. Bu kitab ki vardı, dedi 300-400 il bundan öncənin kitabıdır. Biz bunun özünə baxaraq gördük ki, bu kitab hududən 557 il bundan öncənin kitabı ola bilər. Məncə də əl yazmanın və qələmin üzünə baxanda ki, qələminə bunu yazıblar, onu biz burada görə bilirik. Beləliklə, bu günü başa çatdıq. Allaha şükür olsun ki, ömür verdi. Türk dünyasının düşüncəsindən və yazısından, anlayışından bir ayrı uyğarlıq, əl yazı uyğarlığı ilə tanış olduq. Kağız olaraq, əl yazı olaraq, içindəki düşüncələr olaraq, anlayışlar olaraq, Ramazandan bir anlayışı var adamın. Onları da gördük, onlarla da tanış olduq. Bir azdan çoxdan və oxumaq istər əlbəttə ki, zaman istər və imkan istər ki, oturaq bunları oxuyaq və bunları oxuduqca biz özümüzə qayıdarıq. Özümüzün dilimizə, gücümüzə, anlayışımıza sahib çıxarıq.